Yoruldum, bittim daha. Bittim ben deli sersem. Buralar bir yer değil. Alıp başımı gitsem. Gitsem belki de bir vaxt ruhum məhvelər məni. Bir kənd məzarlığına alıp gömsələr məni. Ne yerdi bura tanrım. Her taraf kan kokuyor. Çiçekler yalandan açır. Kuşlar da yalan okuyor. Yalan kokuyor torpak. Yalan kokuyor su, hava. Pazar geride her şey. Bedavadır, bedava. Bu da Xəzər can verir. Ölüp itip rengi yok. Al şərab rəngindedir o maviden daha çok. Dərdə bax, burada canın, şüşədə devin canı. Bu ne yerdi güzeldi olandan olmayanı. Ne yerdi bura tanrım, Allahların sayı yok. Ayak basmağa yeri, el açmağa köyü yok. Yoruldum, bittim daha, bittim ben deli sersem. Buralar bir yer değil, alıp başımı geçsem. Bizi tanıştıran, ben Rüstem'le güzel insanlar tanıştığım da Darağacı oldu. Darağacı şehriyle tanıştım Rüstem'le. Ben dar ağaçlarında aslan insanları görmüştüm, öğren insanları çok görmüştüm. Uşaqlıqda mektebe gidende birden gördüm birini asıblar orada. Ben o bir insan dardan asılanda necə olur, hansı hissləri keçirir ve hareketler nedir, onları görmüştüm. Sonra dar ağacıyla danıştığım çok olmuştu. Ama geldim Rüstem'in yazdığı bu şehirde Rüstem'le tanıştım. Ne yaxşı da ki tanıştım. Deli delini tapdı. Ne yaxşı ki varsınız bey. Həmişə var olun. Uğurlarınız bol olsun. Yolumu gözledin her seher akşam. Salam dar ağacı, aleyküm salam. Ecelle ölmeye doğulmamışam. Salam dar ağacı, aleyküm salam. O hamsi millettir, tali sirridir. Yüz adla bölündü, yine de birdir. Beni huzuruna bu derdi getirdi. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı, aleyküm salam. Seni ben ekmişem, bana sen gönül. Seni suvarmağa halaldır kanım. Seni ben ekmişem, bana sen gelin. Seni sorma halaldır kanım. Yaprağın rengi alsın, yaprağın rengi alsın kanımdan benim. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı, aleyküm salam. Ey darın ağacı, kimden kemem kem? Ya seni yendirem, ya seni yennem, ya da butağında yaprağa dönnem. Salam dar ağacı,
Aleyküm salam. Qırğızam, Özbəyəm, Qazax, Türkmenim, Başqurdam, Kərkükəm. Başqurdam, Kərkükəm. Qazax, Türkmenəm. Bax orada gəl. Elə götürmənəm. Başqurdam, Kərkükəm, Qazax, Türkmenəm. Senin gözlediğin garip Türkmenim. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı. Aleyküm salam. Hazeri Baykal'ı aralı gördüm. Gördüm can üstedir, yaralı gördüm. Hazeri Baykal'ı aralı gördüm. Gördüm can üstedir, yaralı gördüm. Tanrını bendeden, ha! Tanrını bendeden aralı gördüm. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı. Aleyküm salam. Çarkı ters fırlanır, felek karının, Turan kölgesinde budaklarının, rengi bayrağında yapraklarının. Salam dar ağacı, salam dar ağacı, aleyküm salam. Salam, salam, salam menekliğim salam, salam menegenim salam, salam dar ağacı. Salam dar ağacı, salam dar ağacı, salam dar ağacı. Aleyküm salam. Araz Elses, dərin təşəkkürümüz hörmətli ozanımıza. Çox sağ olun Araz bəy. Əziz qonaqlar, sizi Türk dünyasının böyük şairi, Turan şairi, Rüstəm Behrudinin Sənin gözlədiyin qərib Türkmenəm adlı şeirlər kitabının təqdimatında mən Sevinç Yunuslu, Mən Salih Bağırov. hörmət və sayğıyla salamlayırıq. Xoş gəlmisiniz, xoş gördük sizi. Əziz, sözə dəyər verən, sözün sambalını, çəkisini bilən hörmətli qonaqlarımız, cəmiyyətimizin, ədəbiyyatımızın hörmətli söz sahibləri, dəyərli nümayəndələri, bugün sözün əsl mənasında kitabın, sözün bayram etdiyi bir günləri, dəqiqələri yaşayırıq sizinlə birlikdə. Rüstəm Behrudi işığına toplaşmışıq və Araz Elsəsin bu artıq Türk coğrafiyasını bütünlüklə təəccübləndirən və hər ifasında heyrətləndirən Rüstəm müəllimin sözləri Salam dar ağacı o qədər mükəmməl bir başlanğıc idi ki, xalq şairimiz Ramiz Rövşənin mən burada bir fikrini istəyirəm yada salım. O yazır ki, hər kəs dar ağacına salam verə bilər, amma dar ağacının salamını alacağı yeganə adam Rüstəm Behrudidir. Yəni, böyük bir fikirdir sözün əsl mənasında. Və bu anlamda ümumiyyətlə söz ofsunundan güclü ofsun yoxdur. Bunu tam şübhəsiz söyləmək olar. Və söhbət Rüstəm Behrudi sözündən və onun ofsunundan, onun kitabının təsir qüvvəsindən gedirsə, bu zaman sözün təsir qüvvəsi də 2 dəfə artır. Rüstəm Behrudini təkcə şair adlandırmaq doğru olmaz. O bir Türk sevdalısıdır. O Türk coğrafiyasına cəsarətlə xitab edən bir həmyerlimizdir, ziyalımızdır və Türk dünyasına dua oxuyan bir şaman nəvəsidir. Rüstəm Behrudinin şeirləri bir şeir deyil, bir Tanrı ilə söhbətdir, bir insanın daxili səsinin, iç dünyasının göylərə uzanmış bir sədasıdır. Bu baxımdan Türk coğrafiyasına çox yaxşı bir bəlli addır Rüstəm Behrudi və qısa bir arayış verim sizə əziz qonaqlar. Yaddaşlara yazın, şaman duası, salam dar ağacı,
Boz qurd, dur gedək qızıl almaya, çölün yalnız atlısı, məzarlıqda bitən Yovşan kimi çox məşhur kitabların sırasına hələ bir qisminin adını çəkmədim, daha biri bugün əlavə olunur, sənin gözlədiyin qərib türk mənəm. Çox maraqlı, çox özündə böyük anlamı daşıyan, ehtiva eləyən bu kitabı hər kəs əlinə alınca əslində onun nə qədər vacib bir meyarlara söykəndiyini biləcək. Rüstəm müəllimi ürəkdən təbrik edirik onun bu xoş günündə və Rüstəm müəllimin sözünün sehrinə toplaşan bütün qonaqları şair istərdim bu başlanğıcda bir neçə kəlmə ilə salamlayasınız. Düzdür, sizə sonunda söz verəcəkdik, amma mən istəyirəm gedişatın Sevinç xanım bu məqamında bir şairin salamını çatdıraq bizim qonaqlarımıza. Rüstəm müəllim, buyurun zəhmət olmasa. Mənim tanışmaqla bir siz aram yoxdur. Mən gələn qonaqların hamısını salamlayıram. Anar müəllim, başta siz olmaqla, çünki siz bizim Azərbaycan ədəbiyyatının çox böyük qarifeylərindən birisiniz. Dünənlərdə sizə kitab yazmışdım, ancaq bir səhvim olmuşdu orada. Mən onu Kiril əlifbasına yazmışdım. Üzr istəyirəm ona görə də. Son yüzyılın ən böyük ziyalılarından biri oturub burada. Anar müəllim, sizə təşəkkür edirəm. Rafiq müəllim, sizə təşəkkür edirəm. Muxtar müəllim əkib, Nazım müəllim, Eldar müəllim, Rafiq müəllimi dedim. Mənim çox böyük bir dostum əyləşib ki, mən burada bu boyda adamın içində etiraf eləməkdən şərəf duyuram. Mənim həyatımda çox böyük rol oynamış Sabir Üstəmxanlı burada əyləşibdi. Məni Qaroviçlə götürübdü kişilər. Mən Qaroviçləmişəm. Sabir müəllimin köməyi ilə. Təşəkkür edirəm. Mən burada dəyərli dostum Seyran Sağəvəd əyləş. Kimi görəm onu deyirəm, inciməsinlər. Sonra mənim Türkiyədən gəlmiş profesör, türkoloq Bilgehan Atsız bəy buradadır. Profesör Selin xanım buradadır. Və mənim çox böyük dəyərli Özbək xalqının Özbəkistanda səsi olacaq bir adam var burada. Şöhrət Barlas. Yəni Anar mənim də tanıyır onu. Gördüm getdi Anar müəllimini öpdü. Elçi mənim çox böyük bir dostum Elçin əyləşib. Arkadaşları görmürəm. Məsələn, məni bu həyatda tutan, məni bu dəqiqə ölümdən qutaran bir həkim əyləşib burada. Yəni o olmasaydı mən çoxdan ölmüşdüm. Barat həkim əyləşib burada. Yeni klinikanın baş həkimi. O mənim xərçəng olduğumu ilk dəfə aydınlaşdırdı və mənim müalicə üçün məsləhət bildi ki, əməliyyat olunub. Və çox adamlar var burada belə dostlar. Mən görmürəm onları da. Mən üzüm istəyəm, şəkərim zadım var, görmürəm. Siz bura gəlməklə mənə şərəf verdiniz. Çox sağ olun. Mən nə deyə bilərəm? Mən sadəcə bir şairəm, kitablar yazıram. Və sizin bura gəlməyiz əslində məni şərəfləndirdi. Çox sağ olun. Minnətdaram. Bundan artıq heç nə deyə bilmərəm sizə. Yəni əziyyət çəkib gəlmişsiniz. Sonda sizə bir şeir oxuyaram yəqin ki. Mən sizin hamınıza çox təşəkkür edirəm. Minnətdaram sizə. Buyurun. Çox sağ olun şair. Təşəkkür edirik. Kitabınız uğurlu olsun. Rüstəm Behrudi yaradıcılığının ana xətti türkçülük, turançılıq, vətən mövzularıdır. İdeologiyası bu mövzulardır. Bu ideologiyaların hərəsi də ayrı-ayrılıqda bir simvoldur. Düşünürəm ki, bugünkü günümüz simvolik bir gündür, əlamətdar bir gündür. Elə bu əlamətdar gündə sözü uşaqlığımızın yazıcısı, xalq yazıcısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə vermək istəyirəm. Salam Rüstəm. Dar ağacına salam verməyəcəm. Rüstəm bizim çox istedadlı şairlərimizdəndir. Mənim çox bəyəndiyim şairlərdəndir. Rüstəm Yazıçılar Birliyini bəyənmir, amma Yazıçılar Birliyi Rüstəmi bəyənir. Ona görə də mən şadam ki, onun bu gecəsinə belə qalabalıq, belə Türk dünyasının müxtəlif yerlərindən gələn qonaqların iştirakı ilə keçiririk. Çünki Rüstəm buna layiqdir. Və təzə kitabı da mübarək olsun. Mən varaqladım, hələ tam oxumadım, o varaqladım. Və mənim əvvəllərdən də sevdiyim bir çox şeylər orada tapdım. Bu kitabı da niyə mən götürdüm? Bunu mən indi Rüstəmə bağışlayacağım. Bilmirəm, onda var bu kitab yoxdur. Amma səndə var, bir dənə də məndən qəbul elə. Çünki bura mən hələ Rüstəm çox cavan olanda, mən də nisbətən cavan olanda Rüstəmin şeirlərini salmışam bura. Birincisi, demək, mənim çox sevdiyim
O adeten şey değiller, dar ağacın değiller. Ama ben daha çok senin sevdiğim şiirinden bir parça okumak istiyorum icazənizle. Bak bu şaman duası şiiridir. Bir günüm de beləcə ötüşüb keçib getdi. Bu yaşımda neylədim ey Tanrım? Ömür yarı məni rahat buraxmır. İçimdəki qəm, kədər, bir də ki şahidlərin, şəhidlərin gecə gəzən ruhları. Çox sevirəm bu misraları. Vaxtilə mən bu şeiri rəhmətli Turan Yazğana da oxudum. O da çox bəyəndi, o da səni çox sevirdi. Sənə uğurlar diləyirəm və bu kitabı da sənə bağışlayıram. Burada deyim ki... Çok teşekkür ederim. Çok teşekkür ederim. Oldu, sağ ol, sağ ol, sağ ol, sağ ol. Anar müəllim, təşəkkür edirik sizə. Çox sağ olun. Rüstəm Behrudinin əslində hər bir misrasında bir həyat yükü yatır. Və onu oxumaq, onu araşdırmaq insandan xüsusi bir məsuliyyət tələb eləyir. Bu bir mənalıdır. Və Rüstəm müəllimin ümumiyyətlə bir çox xüsusi keyfiyyətləri var ki, bu haqda onun dostları, ona çox yaxın olan insanlar söz aça bilərlər. Şair yazır ki, heç bir kəs tanımaz məni dünyada, dərd deyil, qoy olsun, sən tanı barı. Bil ki, mən qəribi tanrı göndərib ovudam ayrılıqları. Doğrudan da onu tanıyan, mən nəyə görə məhz növbəti qonağımıza keçməzdən əvvəl bu bəndi, bu misraları səsləndirdim. Onu çox yaxşı tanıyan insanlardan biri bugün burada iştirak eləyir. Bu bizim Azərbaycan elminin çox dəyərli isimlərindən biridir. Texnika elmləri doktoru, hörmətli professorumuz, Zadə İrsi və Süni İntellekt Assosiasiyasının prezidenti, hörmətli Rafiq Əliyevi biz salamlayırıq. Rafiq müəllim, buyurun, zəhmət olmasa. Çox önəmlidir sizin də fikirlərinizi, təbriklərinizi eşitməyimiz. Mən dar ağacına salam verəcəm. Əzim Rüstəm, poeziyada bir Rüstəm yolu var. Bu yol vətəndən başlayır. Bu yol vətəndə qutarır, amma bilmirəm ki, bu yol sonsuzdur, nə qədərdir. Sən şeirlərində də görəm, min illərdən danışırsan bu yollardan. Bu yol ruhlar yoludur. Bu yol hardan keçir? Araz üstdən salınan körpüdən. Bu yol məzarlıqda bitən yovşandan, saat 2-də gecə mənə oxuduğun şeirdən. Bu yol tək yerdə deyil. Bu yol göylərdədir. Çünki mən bilmirəm Rüstəm Behrudi hardadır, düzün deyim. Bu yerdədir ya göydədir. Bu metafizikdir. Bilmirəm hardadır, oralardadır hardasa. Arasında sən qeyri-səlis məntiq ilə danışdın. Eybi yoxdur. Onu deyim ki, bayaq dedim ki, bu yol ruhlar yoludur. Və yadıma düşdü Rüstəm. Mən biraz azdan çoxdan bir bekara, bu da fazik, qeyri-səlisdir Kemal müəllim. Bir bekara elmlə məşğul olan adam kimi Heisenberg'in prinsipi yadıma düşdü ki, eyni zamanda bir nöqtədə məkanla sürəti təyin eləmək mümkün deyil. Vallahi mən bilmirəm sən hardasan, düzün deyil. Mən əslində sizin yanınızdayım. Mənim sən deyil haralarda, mən sənin poetik zamanını hardan bilim? Neçə illərdir sənin poetik zamanın? Onu bilmirəm. Rüstəm əzizim, sənin ən böyük xüsusiyyətin, mənə xüsusən səni sevdirən xüsusiyyətim odur ki, sən qədim əcdadlarımızla bu günümüzü sabahı birləşdirən olursan. Sən
bütün bu həmişə bozqurtdan danışırsan da. Yəni o keçmişimizə söykənən, mifik keçmişimizə söykənən. Mən vermədi, siz indi. Bir də ki, şaman duası oxuyursan. Və bunların arasında gör necə birləşdirmirsən sən bunları. Birdən o deyim ki, mən dedim ki, dar ağacına salam verəcəm. Sənin o dar ağacın, o əzab ağacı adam asılan ağac deyil. Mən belə başa düşdüm. Bilmirəm ki, mən ədəbiyyat adamı deyiləm, bağışlayın ki. Və özlə belə deyil, belə orada yaşıl yarpaqlar var, mən bilən. Şeirdən tutduğum odur. Amma çox gözəl dedin, balaca da mənim əlavəm var, dedin ki, Tanrının bəndədən ayrılan. Hə? Bəlkə elə bəndənin bugünkü gündə bəndənin Tanrıdan ayrılan. Belə də ola bilər, amma bir gün daha çox belə. Elə sənin böyük üstünlüyün odur ki, hər müstəvidə tanınan bir adamsan. Bayaq bu yoldan danışdım, mən uzun danışmayacağım. Bu yol xətrinə dəyməsin qeyri-müəyyən yoldur. Minilliklər yolu, sonsuzluq bir yol. Və sənə nə arzu edirəm? Ən birinci möhkəm can sağlığı. Və bu ruhlar yolunda həmişə daim işıqlı olasan və daim də bu poeziyada səndə zaman anlayışı onsuz da yoxdur. Sən metafizikdir, düzdür, zaman anlayışı yoxdur. Amma bir dənə şey deyə bilərəm. Tanrıya qurban olum, nə qədər ömür verib, o qədər yaşa. Ola bilər ki, mənim bir dostum vardı, 100 yaşı olanda, təbrik eləyəndə dedik, 90 yaşı olanda, dedik 100 yaş arzuluyuram. Dedilər ki, Allahın işinə qatışma. Bəlkə 100 yaşdan da çox yaşadıq. İndi Allah nə Tanrı ömür verib, o qədər yaşa. Amma valla, əsl ömür tarix ömürdür, biyoloji ömür deyil. Sənin minillərin yox, razı deyiləm. 100 minillər, sonsuz illər keçəcək. Amma bu imza, bayaq ki dedim, bu imza yol var. O imza tarixdə qalacaq. Rüstəm Bey, Nizaminin neçə yaşı var? Füzulinin neçə yaşı var? Bilmirəm neçə yaşı. Bilmirəm, sonsuz. Sən ömrünü onsuz da yazmısan. Və sənə də biyoloji də uzun ömür və bir qardaşım kimi səni qucaqlayıram, var olmaz. Rafiq müəllim, təşəkkür edirik sizə. Çox sağ olun. Rafiq müəllim bu qeyri-səlis məntiq nəzəriyyəsini işə salaraq hər zamanki kimi çıxışında sözlə bu qeyri-səlis məntiqi bir araya gətirdi ardasa. Rafiq müəllim, var olun, elmimizdən əski olmayın. Rüstəm Behrudi yazır ki, ya qurd olacaqsan, ya da başqa bir şey. Ya ufacıq Hirasan, ya da başı dumanlı Tanrı dağı. Ya ötükən, ya Məkkə. Ya göydən gəldiyinə inanacaqsan, ya da Adəm Həvva nağılına. Bu ikiliyin arasında seçim eləyə bilməyən adam türk deyil, yazır Rüstəm Behrudi. Tanrı Türkə kitab göndərmədi. Biz Tanrının kitabıyıq. Türklük özü bir dindir. Yəni türklüyə bir din olaraq, onu din mərtəbəsinə qədər gətirib yüksəldən və eyniləşdirən də bu Rüstəm Behrudi poeziyasının, qələminin, sözünün qüdrətidir yalnız. Bu da bir böyük ürək istəyir əslində. Yenə də əvvəldə söylədiyimiz kimi təpədən dırnağa türkçü olan türk dünyasına bir dua oxuyan, şeirləri ilə dua oxuyan Rüstəm Behrudi nə yaxşı ki bizimkidir, nə yaxşı ki Azərbaycanımızın dəyəridir. Və bugün bizim türk coğrafiyasını əhatə edən çox dəyərli alimlərimiz də Rüstəm müəllim iştirak edirlər burada. Onlar da gəliblər sizi təbrikə. Yəni maşallah olsun, bu tədbirinizin, təqdimatınızın coğrafiyası çox genişdir. Təkcə Azərbaycanla məhdudlaşmır. Və bugün burada
Bilgehan Atsız iştirak eləyir. Oğuz qrupu Türk dillərində feili sifətlər adlı elmi işin müəllifi, filologiya elmləri doktoru, çox hörmətli professorumuz və Rüstəm müəllimə çox yaxın, çox doğma olan bir insan. Biz çox istəyirik Bilgehan Atsızı dəvət eləyək, onun fikirlərini, onun bugünkü günlə və Rüstəm müəllimin poeziyası ilə bağlı duyğularını təqdim eləyək. Buyursun, buyurun Bilgehan bəy, xoş gəldiniz. Hepinizi saygıyla selamlıyorum. Azerbaycan'ın çok büyük şairleri, yazarları burada. Azerbaycan'ın, Türk dünyasının ve Turan'ın büyük şairinin Rüstem Behrudi'nin bu tedbirinde sizlerle birlikte olmanın mutluluğunu, şerefini yaşıyorum. Hepinizi saygıyla selamlıyorum. Efendim, Rüstem Behrudi tabii ki az önce de söylediğimiz gibi hem Azerbaycan edebiyatının hem de Turan'ın büyük şairi. O kendini hiçbir zaman Azerbaycan'la sınırlamadı. Onun şiirlerine baktığımızda bir tarihi derinlik, bir coğrafi genişlik görüyoruz. Bu aynı zamanda Türklüğe ait de en önemli araştırma noktalarından biri. Gerçekten de Rüstem Bey'in şiirleri en az 3000 yıllık takip edilebilen bir tarih ve 12 milyon kilometre karelik çok geniş bir coğrafi alan. 3000 yıllık takip edilebilen tarih dedim ama takip edilemeyen onun şiirlerinin özünde yer alan Türk mitolojisi de var. Zaten şiirlere baktığımızda beslenme kaynakları kendini çok açık ortaya koyuyor. Türk mitolojisi, Türk folkloru, Türk tarihi adeta Rüstem Behrudi'nin mısralarında bizi tarihten alıp günümüze kadar getiriyor ve bütün Türk dünyasına dolaştırıyor. Ben tabii bundan 35-40 sene önce genç bir kişiyken Azerbaycan'da 1988-89'da 90'larda neler oluyor onları da takip ediyordum Azerbaycan matbuatından. Ve görüyorduk ki Azatlık Meydanı'nda milyonlar Rüstem Bey'in şiirleriyle Sabir Bey'in Ömür kitabından parçalarla coşuyordu. O coşku aslında 1990'da 91'de bir Azerbaycan Cumhuriyeti'ni, bir Türk dünyası gerçeğini ortaya koydu. Bu çok önemliydi aslında. Tabii ki sadece Azerbaycan'da değil, bütün dünyada ulus inşalarında edebiyatçıların çok önemli rolü var ve o edebiyat ki mitolojiyle, tarihle, folklorla beslendiğinde bir ulus yaratımında çok önemli sonuçlar ortaya koyuyor. Bu yönüyle de Rüstem Behrudi'nin bugünkü Azerbaycan bağımsızlığında, Azerbaycan'ın devletinin ortaya çıkmasında çok önemli bir rolü var. Bu sadece Azerbaycan'la sınırlı değil. Bugün Rüstem Bey'in şiirlerinde dile getirdiği hususlar ve bizzat şiirleri artık Cumhurbaşkanlarının dilinde. Bizim Cumhurbaşkanımız bile geçtiğimiz hafta Rüstem Bey'in şiirlerinden hareketle bir Türk dünyası gerçeğini ortaya koydu. Rüstem Bey'in arzuladığı Turan tabii ki ha deyince gerçekleşecek değil. Uzun adımlar, uzun zamanlar gerekiyor ama onun iz düşümleri var. Ona dair umutlar olmalıyız. Bu noktada da Rüstem Bey tabii ki Azerbaycan'ın sınırlarını aştı onun yönü. Bu yönüyle zaten kitapları birçok dünya diline çevrilmiş bir şairimiz. Birçok ödülün sahibi tabii hak ederek bunları aldı. Onun şiirlerine baktığımızda ben bundan 10 sene önce uzun bir yazı yazmıştım. Dede Korkut'un izinden giden şair Rüstem Behrudi diye. Rüstem Behrudi gerçekten de günümüzün Dede Korkut'u ve Dede Korkut'un hikayelerinde gördüğümüz Karşı Yatan Karadağlar, Gölgelice Kaba Ağaç gibi
birçok unsur var ama aynı zamanda bir Obu, Yeniçey'i, Altay'ı, oradan Ağrı Dağı'na uzanan ve ona eşlik eden bir kurt, bir bozkurt, bir yovşan, ölümsüzlük otu. Bu unsurları kullanabilen şairimiz gerçekten de çok başarılı örnekler verdi. Ve Rüstem Bey'in şiirlerinde en dikkat çeken unsurlardan bir tanesi de yine Dede Korkut'tan hareketle söyleyelim. Beyreğin kanlı gömleği. O kanlı gömleğe çok büyük anlamlar yükledi ki Dede Korkut hikayelerinde de öyledir hepinizin bildiği gibi. Hastalıkları iyileştiren, gözleri açan bir fonksiyonu vardır bu gömleğin. Rüstem Bey birçok noktada Türk dünyasının kanayan yaralarını sarmak için bu metaforu çok kullanan bir büyüğümüz, bir şairimiz. Çok başarılı örnekleri var. Tabii ki bu aynı zamanda Rüstem Bey'in bir başka derdi, hepimizin derdi, Bütöv Azerbaycan derdi. Yine o noktada da şiirlerinde birçok Azerbaycan'ın bütövlüğüne dair mısraları görebiliyoruz. Bugün Rüstem Bey'in şiirinde tabii ki Dede Korkut'ta da geçen, onun şiirlerinde gördüğümüz Oğuz atlarının dört nala gelişinin seslerini duyar gibiyiz. Ve en önemlisi de Rüstem Bey bu Türk tarihinden, Türk mitolojisinden beslediği şiirinde tertemiz bir Türk tarihi ortaya koyuyor. Onun şiirlerindeki Türk tarihi Ötüken'den başlayıp bütün Doğu Avrupa'ya kadar gidiyor. Bu önemli bir şey. Çünkü birçok noktada özellikle de Sovyetlerin coğrafyadan hareketten milleti tanımlamasında etnik özelliklerden ziyade daha çok yerli halkların da o coğrafyadan bir parça olduğu gerçeğini dile getirip işte Azerbaycan'da Manna, Midya, Alban, Özbekistan'da Parfiya ve İskender, biraz İrani halklar oralarda yaşadığı için Türk sayılıyor ama biz değerli şairimiz, dostumuzun şiirlerinde bunu göremiyoruz. Bu yönüyle de aslında tertemiz bir Türklük onun şiirinde var. Bir ulusun yaratımında Rüstem Behrudi şiiri toplulukları, kitleleri ayağa kaldırmıştır. Onun bu tedbirinde olmak benim için büyük bir şeref, kendisine ve onun şahsında sizleri saygıyla selamlıyorum. Var olun. Təşəkkürlər olsun. Biz bilirik ki, Rüstem Behrudi yaradıcılığına onlarla, yüzlərlə mahnılar bəstələnib. Amma Rüstem bəyim, açıq etiraf eləmək istəyirəm ki, sizin şeirlərinizi anlamaq, xarakterizə etmək bir o qədər də asan iş deyil. Nə mutlu mənə ki, bu çətin işin sizin iki şeirinizə iki mahnını mən bəstələmişəm və bu yaxın zamanlarda mahnımızın birini bizim dəyərli sənətkarımız, dünya şöhrətli sənətkarımız Alim Qasımov ifa etdi. Dəvət eləyək Alim müəllimi gəlsin, mahnımızı ifa eləsin. Ne güzel. Bu özel bir sürpriz bizim Bəli. şairimiz için, qonaqlarımız için. Xalq artistimiz Alim Qasımov. Hoş gelmişsiniz Alim müəllim. Buyurun, buyurun sənətkar meydana. Salamünaleyküm, çox mübarəkdir və gözəl təbrikləri, gözəl sabahlı insanlar hamısı dedi. Mənim də mahnım gəlsin, mən də mahnı ilə sizi təbrik edirəm. Ya Allah. Dilimdə Tanrı fərmanı dolanmayan düzü yormalı düşəcəyim
məzara yenə məndən danışırsan. Məzarlıqda bitən yomşan, məzarlıqda bitən yomşan. Sən arxasız, mən kimsəsiz, səndən axır göz yaşlarım. Burada daşlar daş deyil ki, bacılarım, qardaşlarım. Məzarlıqda bitən yomşan, məzarlıqda bitən yomşan. Bu sonbaharda ölmədim, ölmədim yaz, yaz günaha. Mən öz tabutumdan tutub dönən bir ölüyəm daha. Məzarlıqda bitən yomşan, məzarlıqda bitən yomşan. Məni dərd deyil adamlar, adamlar öldürdü sən. Baş daşıma qoyulacaq, çiçəklərdən də gözəlsən. Məzarlıqda bitən yomşan, məzarlıqda bitən yomşan, məzarlıqda bitən yomşan, məzarlıqda bitən yomşan. Çox sağ olun, təşəkkürlər. Var olun, var olun. Alim Qasımov, çox sağ olun. Sözləri Rüstəm Behrudi, musiqisi Sevinç xanıma aid. Gözəl bir iş ərsəyə gətirmisiniz. Çox sağ olun, sənətkar, var olun. Deməli, gecəmizin davam etdiyi bu dəqiqələrdə, əziz qonaqlar, mən bir məktub aldım. Rüstəm müəllim, olarmı zəhmət olmasa? Rüstəm müəllimin daxili ki, necə təlatümlə dolu bir insandır. Yəni gecəsində də bax, rahat qalmır bir yerdə. Gedir, gəlir, nəysə soruşur. Rüstəm müəllim, sizin də xəbəriniz yoxdur. Valla mən də bu dəqiqə aldım bu mesajı və deyirəm elə indi oxuyum. Bu şairədə çox xoş olar. Özüm də oxudum, valla qəlbim belə titrədi. Deməli, qoy sonda deyəcəm hansı ünvandan gəlir məktub. İndi qulaq asın bu sözlərə. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, onun əlindən nə çəkdim, ilahi bilməyəcəklər. Ürəyim, bu sizə olan müraciətli bir xitabdır. Ürəyim, bizim tərəflərdə adətdəndir, özəl günlərdə səbəbkara gül çiçək hədiyyə edərlər. Sən gül çiçək şairi olmadığın üçün onlardan da vaz keçdim. Düşündüm ki, ruhuna daha yaxın ola biləcək başqa bir şey olmalı. Sonunda nöqtələr, limon ağacı. Özü də nə Ordubad, nə də Lənkəran, Holland limonu. Şairlər, indi dinləyin ardını. Şairlər dünya vətəndaşı olduqları üçün limon ağacının da sərhədi olmamalı. Vətən limonlarının arasında nədən bir Holland limonu olmasın? Və beləcə, bu da mənim sənə hədiyyəmin hekayəsi. Ürəyim,
Bu canlı, gözəl Holland limonlarının sarı işığında sevənlərinlə birgə nağıl kimi unudulmaz bir gün yaşamağın diləyi ilə sənin Yağmurun. Müəllifin övladı. Yağmur balamız Türkiyədə təhsil alır və imtahanlarından dolayı iştirak edə bilmədi burada. Amma o ağacı yollayıb. Baxın şair, qızınızın sizə hədiyəsi. Şair gözləmirdi bu anı həqiqətən. Yəni qızınız da özünüz kimi sözündə tam bitkindir, dedi və yolladı ağacı. Təkcə onu təsvir etmədi bədii vasitələrlə, həm də bu məclisə göndərdi. Ümumiyyətlə, Rüstəm müəllimin ailəsi, övladları o qədər sözə bağlı insanlardır. Mən 2 ayrı-ayrı verilişlər, böyük həcmli verilişlər eləmişəm Rüstəm müəllimlə bağlı və orada onun ailə üzvlərinin, özəlliklə övladlarının necə şeirə bağlı olduğunun şahidi olmuşam. Yağmur başqa cür addım ata bilməzdi Rüstəm müəllim. Var olun, siz də, ömür yoldaşınız da belə övladlar böyütdüyünüz üçün. Bir daha alqışlayaq, xahiş edirəm şairimizi. Və elə burada qalsın tədbirin sonuna qədər. Övladınızın sizin yanınızda, bax, onu belə hiss eləyin bu hədiyyəsi ilə. Əziz dostlar, baxın, bu kitabın təqdimatındayıqsa biz, onun tərtibatına da mən xüsusi diqqətinizin ayrılmasını istəyirəm. Kitabın araya ərsəyə gəlməsi uzun zamandır ki, üzərində iş gedir və burada Rüstəm müəllimlə çiyin-çiyinə çalışan insanlar var. Və mən böyük məmnuniyyətlə istəyirəm hal-hazırda bura dəvət eləyək, kitabı tərtib edən və onun redaktoru Tahir Kazımlını, hansı ki onun çox böyük bir zəhməti, əməyi oldu, yuxusuz gecələr keçirdi bu kitabın başa gəlməsində və bu illüstrasiyalara diqqətlə baxsaz, istər kitabın önündə, istər üz qabığı, içindəki şəkillər bütünlüklə türklüyün ruhunu özündə ehtiva eləyir və kitabın rəssamı, Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə Bağırova. Xahiş edirik, yaxınlaşsınlar həm Tahir müəllim, həm Səkinə xanım. Eyni zamanda biz Xan nəşriyyatına təşəkkürümüzü bildirməliyik. Buyurun Sevinç xanım. Aha, buyurun zəhmət olmasa bir neçə kəlmə, bu gəldiyimiz yol, bu uzun zamandır ki kitab üzərində iş gedir. Tahir müəllim, Səkinə xanım buyurun, sizin fikirləriniz. Buyurun. Bir də Rüstəmin mənlə aynı redaktor edəcəm. Şeirləri Rüstəm yazıb. Belə yüzünüzü bir əziyyət çəkmişik və səlam. Halal xoşun olsun, mübarəkdir kitab. Çox sağ olun, çox sağ olun. Amma Rüstəm müəllim tam başqa cür danışırdı sizin haqqınızda. Deyir, əziyyəti cüzi deyil, çox böyüdü. Var olun, var olun. Buyursun, rəssamı da dinləyək. Mənim üçün çox xoşdur. Təbii ki, bu cür dəyərli insanların içində söz demək haqqı bir qədər çətindir. Rüstəm müəllimlə işləmək bir başqadır. Həqiqətən də bir neçə kitaba bəlkə də illüstrasiya vermişəm, amma bu bir başqaydı və aylarla çəkdi. Çünki Rafiq müəllimin də dediyi kimi və Kəmal müəllimin təsdiqlədiyi kimi qeyri-səlis sanki məntiq var ortada. Mif deyil, gerçəklikdən bir qədər kənardır. Tutmaq olmur. Həqiqətən də ona görə o obrazı ortaya gətirmək. Çünki Rüstəm müəllimin Türk dünyasını və ümumilikdə şaman simvolunu poetikləşdirib və bunu vizual şəkildə ortaya gətirmək bir qədər məsuliyyət idi. Ona görə geniş axtarışlar tələb etdi və ümid edirik ki, bu axtarışlar nəticəsində bu işlər ortaya gəldi. Minnətdarım. Təşəkkürlər Səkinə xanım. Təşəkkürlər Tahir bəy. Çox sağ olun, var olun. İşlərinizdə uğurlar arzulayırıq. Salih bəy, belə bir deyim var ki, şairin dilini ən yaxşı şair bilər, şair anlayar. Hələ bu şair Rüstəm Behrudi yoluna, Rüstəm Behrudi gəncliyinə, Rüstəm Behrudi ədəbi irsinə dərindən bələd olan biridirsə, sözü xalq şairimiz Sabir Rüstəmxanlıya veririk. Buyurun Sabir müəllim, dəyərli fikirlərinizi bizimlə bölüşün. Əziz dostlar, çox hörmətli xanımlar, bəylər, mən Anar müəllimi, qələm dostlarımı, Türkiyədən və Özbəkistandan gəlmiş dostlarımız ürəkdən salamlayıram. Çox sevinirəm ki, onlar bu məclisdədirlər. Dünyada çox az adam olur ki, sən onu ilk tanıdığından sonra, 10 illər keçəndən sonra yenə elə əvvəl tanıdığın cilddə o şəkildə görəsən. Yəni,
illər onu dəyişə bilməyər. Rüstəm bizim tanışdığımız, onun hələ çox gənc idi. Yazıçı nəşriyyatında mən işləyirdim, o gəlmişdi. Yəni biraz bu bayaq dedi, o tanışdığı sizə çatdırmaq istəyirəm. Gəlib, mən nəşriyyatın baş redaktoruyam. Gəldilər ki, bir Ordubaddan bir müəllim gəlib sizlə görüşmək istəyir. Girdi içəri, sonra özü bunu bəziyib danışır. Amma dedi ki, xahiş edirəm bu şeylərə baxasınız. Görün, mən şairəm. Düzdür, süturlar, çoxlu süturlar vardı. Mən buna demədim, oturun, durub ayaq üstə. Şeylərə bax, görün, mən şairəm, məndən şair olar, yoxsa yox. Mən də doğrudan şeyləri gözdən keçirtdim, baxdım. Heç nə demədim, sonra dedim, bilirsən, səndən şair olar, yox, sən şair deyilsən. Sən böyük şairsən. Bu birinci qapımı döyən cavan bir oğlana dediyim sözdür. Çünki o şeirlərdə mən o vaxt direktorum rəhbətli Əjdərxan Babayev idi, onun qızı burada oturub, Allah onun ruhunu sevindirsin. Deməli, və Rüstəmi mən rayondan dəvət elədim, bayaq deyir, başqa yer yoxdur, hara götürmək olar. Yazıçı nəşriyyatına gözətçi, gecə qarolçusu və mənim qardaşımla bir idi gecələr, amma nə cür qarolçusu, nəşriyyatda otururdu, rahat otaqda şeir yazırdı. Oradan başladı və bugün uzun illərdən sonra bu məclisi görəndə mən Rüstəmin ruhunun hər şey dəyişilib. İndi bəzən xəstə olmayanda da özünü xəstəliyə qoyur, şəkəri olmayanda deyir, şəkərim artıb, falan, yəni çox sızıldayır, sızıllamaq lazım deyil. Sən ruhun güclüdür, o ruhu qorumaq lazımdır. Deməli, amma görürəm ki, o ilk şeirlərdə oxuduğum, gördüyüm ruh bu günə qədər dəyişilməyib. Böyüyüb, coğrafiyası genişlənib, amma poetik ruh dəyişilməyib. Turançılıq, sonra Türk dünyası, tanrıçılıq, tanrı dağları falan bu təşbihlər, bu ifadələr ədəbiyyata öz-özlüyündə heç nə vermir. Bunların şeirə heç bir adiyyəti yoxdur. Əgər bu poetik ifadəsini tapmayıbsa, əgər söz poetik bir dona girməyibsə, yəni onda heç o sözləri deyənlər çox ola bilər. Rüstəmin gözəlliyi mənim aləmdə, Rüstəmin şair olaraq gücü bundadır ki, o sözlərin hamısının poetik atını oyada bilir. Bax budur, onun şeirlərinin, məncə onun şeirlərini sevdirən. Dar ağac haqqında da düşünənlər, danışanlar olub. Ondan ayrılıqdan da, amma Rüstəm elə ən çox ayrılıqdan yazan şairlərdən biridir. Amma onun poetik ifadəsini tapmaq, şeir ruhunu duymaq bu, əslində şairin işi ilə bundan ibarətdir. Mən Rüstəmə təkcə şair kimi baxmıram. Yəni, bu illər ərzində biz Azərbaycan qəzetində də bir yerdə işlədik. Respublikanın birinci müstəqil qəzeti idi. Onu dəvət elədim. Mən orada şöbə müdürü. Orada birinci nömrədə, deməli, ilk nömrədə onun Salam Dar Ağacı şeirini buraxdıq. Və o qəzet ki, yarım milyon çap olunurdu. O yarım milyonun içərisində həm də Rüstəmin sözü var idi. Yəni, bizim dostluğumuz, keçdiyimiz yol bu dərəcədə möhkəmdir. Möhkəmdir, bəni ora bağlayan ancaq onun bu ruhudur, türklük ruhu təkcə deyil, həm də onun poetik düşüncəsinin dərinliyi və gözəlliyidir. Rüstəm həm də belə şairlikdən əlavə, mən deyim, onun o bu tərəf haqqında danışan yoxdur, Rüstəm filosofdur. Çox ciddi fəlsəfi düşüncələri var. Onun bir kitabı vardı, adı nə idi? Yalan, nə? Mükəmməl Yalan. Mükəmməl Yalan adlı balaca bir kitabı var. O kitabı çox elə təbliğ eləməsin, çünki düşmənlərin sayı artacaq. Orada çox ciddi məsələlərə toxunulub. Həm insanın inanç sistemi ilə bağlı, həm bugün yapay zəka çox gözəl araşdırır, insanlıq hardan gəlib və bu hətta dinlər hardan doğulub, hardan insanlığa nə verib və hara aparır. Bütün bunlar haqqında bugün dünya bəşəriyyət düşünür və Rüstəmin də orada düşüncələri var. Nə qədər mübahisəli görülə bilər, amma mənim məsələn orada o kitabın ruhu və kitab özü çox yerində göründü. Çünki bu dünya təəssüf ki, getdikcə güya bir tərəfdən texnologiya inkişaf edir,
O bir tərəfdən dünya getdikcə cəhalətin dibinə batır. Cəhalət dünyanı bürüyüb. Belə bir vaxtda və bir də son olaraq onu deyim ki, bizim böyük Özbək ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı, Nəvai ilə Füzuli arasında heç bir fərq yoxdur. Orada Nizamini nə dərəcədə bilirlər, burada da o dərəcədə Nəvaini bilirlər. Yaxud indi Türkçə ilə, heç Türkçə ilə birik. Məsələ burasındadır ki, illər keçib bu Sovet dövründə əlaqələr tam üzülüb. İndi Rüstəmin kitabının və şeirinin bir özəlliyi də odur ki, bu dünyamız arasındakı bugün siyasi birliyi yaranır. O siyasi birlikdən, onunla paralel, bəlkə o birlikdən əvvəl həm də bir ədəbi birliyin formalaşmasına kömək edir. Məncə sözün, ədəbiyyatın ən böyük işi budur ki, millətə gələcək yolunu göstərsin. Bu təkcə ədəbiyyat işi deyil. Bu həm də millətin gələcəyi ilə bağlı olan işdir. Millətin gələcəyinə işıq tuta bilsin. Bizim bütün ədəbiyyatımız bu yolu gəlib. O ədəbiyyatın hesabına biz yaşamışıq. O ədəbiyyatın hesabına biz bugün müstəqilik. O ədəbiyyatın hesabına sabah daha böyük bir Azərbaycan olacaq. Bütöv Azərbaycan. Araz o vaxt Naxçıvandan mənə bir çekanka göndərmişlər. Araza sancılan bir qılınc. Bugün o qılınc oradadır. Və bir gün bu kitablar həm də körpü olacaq. Ona görə mən ədəbiyyatın qiymətini, dəyərini çox yüksək görürəm. Və bu toplumda, bura gələn insanlar, tanıdığım insanlar da onu göstərirlər ki, şeirin nə qədər ki, şeir deyirlər oxunmur, ədəbiyyat oxunmur. Bütün bunlara baxmayaraq ədəbiyyatın bizim taleyimizdə rolu böyükdür və böyük olacaq. Son günlərində bir dəfə Bəxtiyar Vahabzadəyə zəng vurmuşdum. Dedi ki, Sabir, bilirsən nə var? Deyəsən, biz daha heç kimə lazım deyilik. Dedim, bu nə deməkdir Bəxtiyar müəllim? Necə yəni lazım deyilik? Şairin, bugün Bəxtiyarın 100 illiyi qeyd olunur və bəlli olur ki, insan, əsl söz o insanın özündən də, onun nəslindən də, bəzən onun dövründən də, siyasi quruluşdan da qat-qat uzundur. Ona görə də Rüstəm bu yola çıxıb, inşallah sözü də uzun ömürlü olacaq. Sağ olun. Çox sağ olun. Çox sağ olun Sabir müəllim. Çox sağ olun. Söz adamının dəyərini ancaq söz adamı bilə bilər. Rüstəm Behrudinin ümumiyyətlə çox maraqlı bir fikri var. Bu fikrin özündə də bir fəlsəfə yatır. Şair deyir ki, əgər bir şeir onu oxuyan insanı dəyişmirsə, o heç şeir deyil. Görün nə böyük bir fikirdir. Bu mənada Rüstəm Behrudinin hər bir misrası insanı, onun baxışlarını, daxilini, bütün hiss və həyəcanını dəyişmək gücünə malikdir. Heç nə sürməz sonsuza dək, Rüstəm müəllim, heç nə sürməz sonsuza dək, barışdır göyü yer ilə, Tanrım, özün də dön barış yaratdığın bəşər ilə. Doğrudan da necə bugünkü günlə səsləşən, bu qarışıq dünya ilə səsləşən bir fikirdir ki, Tanrı bir dön barış bugünkü dünya ilə. Bizim qonaqlarımız sırasında hörmətli akademikimiz iştirak eləyir. Xalq yazıçımız, Azərbaycan Dillər Universitetinin rektoru, hörmətli Kamal Abdullanı biz istəyirik dəvət eləyək. Həm də Rüstəm müəllimə çox yaxın, doğma olan bir insan. Buyurun Kamal müəllim. Təşəkkürlər. Hamınızı xoş gördük. Təxminən 2-3 ay olar yəqin ki, səhv eləmirəmsə, mən televiziya baxarkən çox böyük bir qürur hissi keçirdim. Dədə Qorqudda necə dedi, şəfqət qanım qeynədi. Mən bu seriallara bəzən baxıram. Bu sevdiyim bir serial var. Sultan Məhməd, Fatihlər Sultanı. Bu seriala mən baxıram. Orada bir təsvir planı gördüm. Bu deməli Sultan Məhməd öz vəziri, baş vəziri Çandarlızadəni edam etdirir. İndi nə üçün, niyə, bunu indi tarixçilər daha yaxşı bilər. Söhbət ondan gedir ki, Çandarlızadəni, əslində onu boğurlar, amma televiziya həlli başqa cür görüb onu təqdim etdilər. Deməli, o eşafoda gedir, yəni dar ağacına sarı gedir və bu gediş xeyli sürür və o gediş əsnasında biz Rüstəmin o Salam Dar Ağacı şeirini ekrandan eşidirik. Necə böyük bir qürur hissi keçirdim, onu söyləmək çətindir. Həqiqətən də Türk kinosu, Türk elmi, Türkiyədəki elm, türkologiya Rüstəmi oradan da çox yüksək qiymətləndirirlər və sanki o şeir o filmin canına, ruhuna
qopmuşdu və Çandarlızadənin əzablı, amma qətiyyətli həyatının bir parçası kimi özünü göstərdi. Deməli, hardan gəlirsən, gəl Rüstəmə, bayaq onu axtarırdılar, kimsə deyir, axtarışdayıq. Hardan gəlirsən, gəl, yenə gəlib dar ağacının altına çıxırsan. Bunu ümumiyyətlə dar ağacından uzaqda tutmaq lazımdır. Çünki kənardan baxanda daha ağıllı, müdrik və istiqanlı olur. Rüstəmin şeirləri təkcə Salam dar ağacı, sonra Məzarlıqda bitən Yovşan, Bozqurd tipli şeirlər deyil. Onlar doğrudan da son dərəcə gözəl, son dərəcə poetik bir ruhda, bir şövqlə yazılmış şeirlərdir. Onları dinlədikcə adamın qanı qaynayır, ruhu canlanır. Onun çox gözəl lirik şeirləri var. Və mən həmişə Rüstəmə deyirəm ki, sən o lirikanı, o yolu unutma. Bu siyasi şeirdən, siyasi poeziyadan, yəni poeziyanın siyasi qolundan, yəni o şuarçılıq qolundan daha çox səni həmən o şeirlər yaşadacaq. Amma Rüstəm də elə gözəl uyuşmalar tapa bilir ki, həm o siyasi qol, şeirin siyasi qolu, həm də onun bədii qolu bir-birində birləşir. Mən əziz dostuma nə arzulaya bilərəm? Gözəl bir kitab ortaya qoyub, sağ olsun, təşəkkür edirəm. Mənim də barəmdə fikirlərini yazıb. Çox dəyərli fikirlərdir mənim üçün. Burada toplaşan insanlar, mən inanmıram ki, ancaq ədəbiyyat adamlarıdır. Burada Rüstəmin müxtəlif elm və texnika sahələrinə aid olan dostları əyləşib. Rüstəm təkcə, burada mən çox razıyam o fikirlə, Rüstəm təkcə şair deyil. Rüstəm həm də son dərəcə gözəl bir ziyalıdır. Xalqını, millətini sevən, dərindən sevən bir insandır. Və mən dəfələrlə şahidi olmuşam ki, Rüstəm ehtiyacı olanların həmişə yanında olub. Hansı baxımdan olursa olsun. O da, onun qohumları da, qardaşları da, onun əziz adamları da həmişə Rüstəmə baxıblar və Rüstəmin işarəsi ilə ehtiyacı olan insanların yanından əl çəkməyiblər. Rüstəm çox gözəl bir dostdur. Nə zaman saatdan asılı olmayaraq, vaxtdan asılı olmayaraq ona müraciət edirsənsə hazırdır. Yatıbsa da duracaq, əlzün yürürsə da yarımçıq qoyacaq və sənin səsinə səs verəcək. Səsinə səs verənlər çox olsun Rüstəm. Mən bilirəm ki, bura onların hamısını yerləşdirmək də mümkün deyildi. Səni öpürəm, cansın. Çox sağ olun, dəyərli Kəmal müəllim. Qismət elə gətirib ki, biz bir neçə dəfə Rüstəm müəllimlə həm söhbət olmuşuq. Bir dəfə mən Rüstəm müəllimə belə bir sual verdim ki, Rüstəm müəllim, sizin şeirləriniz bu qədər qiraət olunub, bu qədər qiraətçilər var. Bəs sizin özünüzün ən çox sevdiyiniz qiraətçilər hansılardır? Mənə belə bir cavab vermişdi ki, qiraəti səmimi olanlar. İki səmimi qiraətçilərimizi dəvət edirik. Rüstəm Behrudi şeiri ilə çıxış eləyirlər. Cömert Qaya və Ülviyə Niyazqızı. Buyursunlar. Limanda dayanmış, o tənha gəmi kimiyəm. Səndən qaçıb tənhalığa sığındım. Getsəm də ayrılıqdır, qalsam da. Getsəm ayrılıqdır, qalsam kədərqəm. Dilim sözə yatmır, əlim qələmə. Mən dünən özümü öldürdüm daha. Üstümdə hönkürüb, fikir eləmə. Ən böyük əzabdan, ən gözəl sözə. Gedən yola döndüm, sonunda təksən. Bilərsən nə qədər təkəm, tənhayam. Əlinlə ruhuma toxuna bilsən. Daha sözüm çatar ağaca, ota, yarpağa, dənizə, quma, balığa. Düşünmə, əzabdır talidən qaçıb. Mən necə sığmışam bu tənhalığa? Çəkildim özümə,
ölən dəniz tək. Sahil tək göründüm indi Allaha. Daha dualarım qulağı deşməz, heç kəsi bezdirməz andlarım daha. İnan başdaşı da gərəyim deyil. Üstümdə hönkürən bir yazım olsa. Mən çılpaq ağacam. Qolsuz, budaqsız. Nə olar sonuncu payızım olsa? Məni bəndəlikdən çıxarıb Allah. Çıxarıb ruhumu bədəndən belə. Nə vaxtsa qərib tək kəfənsiz ölsəm, məni sözlərimə büküb dəfn elə. Ağacıdan üzülən yarpaq bil məni. Sonradan istəsəni lap al, yaşıl gey. Məni sözlərimə büküb dəfn elə. Bil ki, ayrılıqdan başlanır hər şey. Bil ki, ayrılıqdan başlanır hər şey. Bilirəm yoxluğum ağrıdar səni. Bəlkə varlığım da ömrünə yükdür. Getməyə yeri yox, qalmağa yurdu. Yalandı, kim deyir dünya böyükdür. Mən də çıxıb getməliyəm. Kimə? Hara? Durduğum yer tənhalıqdır. Getmək istədiyim yerdir. Bəlkə də. Çox sağ olun, bizi uzaqlara apardınız. Dəyərli piyanistimiz Həsənova Asiya xanıma təşəkkürümüzü bildiririk və qiraətçilərimizə. Şair, sizin sözləriniz bax belə qəlbdən qəlbə, dildən dilə və şair üçün bundan böyük bir qiymət dəyər yoxdur ki, onun sözləri belə dillərdə və qəlblərdə dolansın. Əziz qonaqlar, bizim hörmətli, dəyərli ziyalılarımız arasında Muxtar İmanov iştirak eləyir. Folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, hörmətli professorumuzu Muxtar müəllim, nə gözəl olar bugün dinləsək. Yenə də Rüstəm Behrudi dünyasına və şəxsiyyətinə çox yaxın bir insan. Buyurun. Çox sağ ol Salih bəy. Mən də bütün iştirakçıları, tədbir iştirakçılarını salamlayıram. Və Rüstəm haqqında bir neçə söz demək istəyirəm. Demək istədiyim sözlərdən birini indi səslənən şeirlə əlaqələndirsən məncə daha maraqlılar. Bu şeirdə siz fikir verdiysə Rüstəmin belə misraları var. Deyir ki, hər şey ayrılıqdan başladı və mənim şeir yolculuğum da ayrılıqdan başladı. Mənə elə gəlir ki, Rüstəmin çox sayda avtoportret şeirlərinin ən maraqlarından biri budur. Niyə? Ona görə ki, burada Rüstəmin portretini çox səciyyəvi şəkildə görmək olur. O mənada ki, Rüstəm şeir üçün, Rüstəm sənəti üçün ən maraqlı mövzulardan, ən ağrılı həm də mövzulardan biridir, elə ayrılığın özü. Burada Rüstəm ayrılığı çox müxtəlif mənalarda başa düşür. Sabir müəllim də onu işarə elədi. Təbii ki, bizim hamımızın bildiyi ayrılıqlar var. Bu ayrılıqların birincisi Azərbaycanın ayrılığıdır. O taylı bu taylı Azərbaycan faciəsi. İkincisi Türk dünyasının ayrılığıdır. Yəni Türk dünyasının parçalanması və Rüstəm bunu özünün dəli sevdası adlandırır. Yəni mənim dəli sevdam böyük Türk dünyasının parçalanması ilə bağlı sevdadır. Və mən belə hesab edirəm ki, Rüstəmin bir şair kimi öz şöhrətinin, şanının, şöhrətinin coğrafiyasını genişləndirən ən vacib xətlərdən biri ayrılığın insan ayrılığı ilə bağlı olmağıdır. Yəni Rüstəmin şeirlərində belə bir qırmızı xət var. İnsanın özünün özündən ayrılması, insanın öz bütövlüyünü itirməsi. Və bayaq Kamal müəllim ona işarə elədi, mən bu mövzunu biraz da genişləndirmək istəyirəm. Yəni Rüstəmin tutaq ki, Bozqurddan yazanda, başı bəlalı dar ağacından yazanda, Tanrı dağdan yazanda, Ötkəndən yazanda, başqa-başqa bu tipli obrazlarla bağlı şeirlər yazanda, əslində ilə həm də insanın
daxili ayrılmağı, öz-özündən ayrılmağından da yazır. Bu mənada mən deyirəm ki, yəni Rüstəm o mövzuları bir insanın fərd olaraq daxili tragizmi ilə əlaqələndirilməsi onun şair qüdrətinin ən gözəl tərəflərindən biridir. Və mən istəyirəm Rüstəmin üslubu ilə də bağlı bəzi məqamlara toxunum. Siz əgər fikir versəniz, bizim klassik irsimizdə də, məsələn, Caviddə, Hadidə, bizim başqa şairlərimizdə ki, Rüstəm o şairləri özünün ustad şairləri sırasında görür və dərk eləyir. O şairlər ki, daha çox idealdan yazır, daha çox qeyri-adidən yazır. O, yaxın çevrəni o qədər görə bilmir və yaxud görmək istəmir. Sənətkar öz böyür başındakiları yazanda, ən xırda detallara fikir verəndə, onun üslubu Rüstəmin üslubundan olmur. Onun üslubu Cavidin də üslubundan olmur, Hadinin də üslubundan olmur. Siz fikir verin, Cavidin və Hadinin şeirlərində, ümumiyyətlə sənətində zarafat tonu tapmaq qeyri-mümkündür. Yəni, orada tragizm, orada tənhalığın faciəsi, tənhalığın dərki, hüdudları o qədər dərindir ki, orada gülməyə yer yoxdur. Və maraqlıdır ki, Rüstəm Mirzə Cəlilə poema həsr eləyib, amma poemanın epiqrafında bu sözləri götürüb. Gülə-gülə ağlamaq olmur, ustad. Yəni, siz bilirsiniz ki, Sabirlə, Mirzə Cəlillə bağlı elə məşhur deyim var bizim ədəbiyyatşünaslıqda ki, ağlayan, gülən, ağlar, gülər və s. Yəni, Rüstəm o qədər ciddiləşir ki, Rüstəm hətta sevgidən də yazanda zərrə qədər dodağı qaşımır, orada zarafat tonu yoxdur. Arazdan da yazan delə, başqa şeydən də yazan delə və bu Rüstəmin üslubuna çevrilir. Və Sabir müəllim dediyi kimi, tutaq ki, onun yaz çiçəkləri dərdindən rəng alır. Onun sözü o sevda savaşında, o dəli sevda savaşında uduzanda boynu bükük bənövşiyə çevrilir. Onun dəli sevdası həm də onun zirehinə çevrilir. Yəni, belə çabalarla şeir yazan Rüstəm son dərəcə ciddi bir şair kimi özünü göstərir və o üslubda da əvvəldən axıra qədər yaza-yaza gedir. Bayaq zarafatla Rüstəm özü də dedi, Sabir müəllim də işarə elədi. Rüstəmi cavan vaxtları Sabir müəllim çox yaxşı eləyib ki, gözətçi ştatına işə götürüb. Mənə elə gəlir ki, bu gün Rüstəm həm də sözün keşiyindədir. Nəşriyyatda kiçik bir işçi kimi gözətçi ştatında oturan Rüstəm bu gün sözün keşiyindədir. Onun məsuliyyət hissi mənə elə gəlir ki, günü-gündən artır, böyüyür. Ona görə ki, Rüstəmin səsinə bayaq da işarə elədilər, bütün türk dünyasında, bəlkə türk dünyasından kənarda da səsinə səs verənlər var. Kamal müəllimin sözünü təkrar edirəm. Və mənim bildiyimə görə Rüstəmin artıq Almaniyada, İspaniyada, dünyanın ayrı-ayrı coğrafiyalarında şeirləri çap olunur. Rüstəmin bir fikri ilə sözümü tamamlamaq istəyirəm. Rüstəm deyir ki, mənə heç bir taxt-ı tac lazım deyil. Mənə söz taxtı kifayətdir. Mən arzu edirəm ki, Rüstəm söz taxtında möhkəm otursun, səbirli olsun, darıxmasın, səhhəti ilə bağlı Sabir müəllim də onu dedi, mən də deyirəm, çox da bədbin fikirlərə dalmasın. Rüstəm maşallah buz baltası kimi möhkəm, həm ruhən möhkəm, həm fiziki cəhətdən möhkəm bizim dostlarımızdan biridir, qələm dostlarımızdan biridir. Ona yalnız can sağlığı arzulamaq lazımdır. Yerdə qalan işləri özü çox gözəl bilir. Sağ ol usta. Çox sağ olun Muxtar müəllim. Hörmətli professorumuz, təşəkkür edirik sizə. Çox sağ olun. Sıxma ürəyini, ürək cəhənnəm. Axı sən ordasan, sən sıxılarsan. Ay ilk məhəbbətim, son məhəbbətim deyən şair Seyran Səxavət buyursun. Xalqın sevimli şairi. Buyurun. Seyran müəllim. Axşamınız xeyir olsun, hamınızı xoş gördük. Allah eləsin həmişə belə xeyir işlərdə görüşək. Deməli, burada Rüstəm haqqında məndən qabaq danışan dostlarım nə dedilərsə, Anar müəllim başda olmaqla, hamısına dədə malı kimi şərikəm. Və ona görə də onların dediklərini təkrar etmək fikrim yoxdur. Vaxt almaq istəmirəm. Çünki danışmaq istəyənlər hələ yəqin növbə gözləyirlər. Mən Rüstəmi çox istəyirəm. Arada bir xat eləmişdi, bunun belə elinə baxmayın, orada fağır oturur. Arada bir xata eləmişdi, bək düşmüşdülər üstünə. Hə, Rüstəm? Hə, nəysə,
Hə, mən bunu amnistiya saldım. Rüstəmin o hökmü və mən Rüstəmi amnistiya salmadım. Mənə gəlir ki, mən Azərbaycan sözünü amnistiya saldım. İndi Rüstəm Rüstəmdir də. O Rüstəm Zal kimi bir oğuldur sözümüzdə. Rüstəm, mən çox danışmayacağım. Çünki sana nə lazımdır demişəm görüşlərdə, təkrar edirəm. Özdə burada fikir yekdildir də. Burada böyük alimlər, böyük söz adamları, sözün belindən gəlmiş adamlar çıxış elədi burada. Və yenə deyirəm, onlara Dədəm Al kimi şərik olaraq demək istəyirəm ki, yəqin ki, inanıram ki, başa düşüləcəm. Daha doğrusu mən fikrimi çatdıra biləcəm. Rüstəmin o dar ağacı şeiri o qədər gözəl bir şeirdir ki, mən bu mənim arxamdakı dar ağacına baxıram, bu dar ağacından o qədər xoşum gəlir, elə qəşəng dar ağacıdır ki bu. Və mənə elə gəlir ki, adamı oradan assalar, adama heç nə olmaz. Bu da mənim Rüstəm sözünə qiymətim. Diqqətinizə görə çox-çox təşəkkür edirəm. Seyran müəllim, çox sağ olun. Həmişəki kimi Seyran müəllim özünə məxsus çıxışı ilə fərqlənir, seçilir. Və qonaqlarımız arasında, əziz müsafirlər, politoloq, UNESCO-nun mədəni diplomatiya, idarə etmə və təhsil üzrə rəhbəri və mədəni diplomatiya sahəsində qlobal miqyasda aparıcı simalardan biri Selin Şenocaq iştirak edir. Selin xanım, xoş gəlmisiniz Azərbaycana və bizim bugünkü tədbirimizə. Buyurun. Kıymetli misafirler, değerli büyüklerim ve can Azerbaycanımızın Türk dünyasına gönül vermiş olan bütün gönüldaşlarımız, öncelikle beni bu kadar önemli bir tedbire, Türk dünyasına kendi hayatını adamış, çok büyük Türk dünyasının gelmiş geçmiş en büyük şairlerinden Rüstem Behrudi'nin böylesine önemli bir eserinin tanıtımına gelmekten büyük bir onur duyuyorum. Aslında bizler burada sadece bir eserin tanıtımı için burada değiliz. Biz burada bir hafızayı, bir kimliği, bir millet olma bilincini hatırlamak için bir aradayız. Aslında burada bahsettiğimiz Rüstem Behrudi'nin eseri aslında kendisinin sesi, yalnızca kendi sesi değil, bütün Türk dünyasının Bakü'den Ankara'ya, Taşkent'ten Kaşgar'a kadar bir milletin vicdanının sesini burada aslında konuşuyoruz. Rüstem Behrudi'nin "Sen benim gözlediğin garip Türk'üm" sözü, aslında bu eser neyi anlatıyor? Biz garip Türk dediğimiz zaman Türk gariptir, doğru. Çünkü Türk parçalanmıştır. Türk yurdundan yok edilmiştir. Türk dili ayrıştırılmıştır. Türk bütün tarihi unutturulmuştur. Ama bir şey yapılamamıştır. Türk yok edilememiştir. İşte Türk'ün yok edilemediğinin en önemli eseri bu kitaptır. Bunun dışında tabii hepimiz dar ağacından bahsediyoruz. Tabii dar ağacı aslında Rüstem Behrudi'nin kitabında bahsettiği dar ağacı aslında bir ölüm değildir. Dar ağacı boynumuzu eğmediğimizin, direnişimizin sembolüdür aslında dar ağacı. İşte Rüstem Behrudi bunun altını çizmektedir. Ben bir Türkiye'li olarak sadece ben milli kimliğim olarak, nüfus cüzdanım olarak Türk değilim. Benim Türk kimliğim sadece Anadolu'ya sığmıyor. Benim Türk kimliğim Türkistan'dan, Bakü'den, Azerbaycan'dan, Kırım'dan, Yakutistan'dan Kırım'a varıncaya kadar bütün büyük bir coğrafyayı temsil ediyorum. Ve burada bu kadar zamandır aslında Rüstem Behrudi'nin yapmak istediği çok önemli bir çalışma var. Ve bizim de bu milli bilince varmamız lazım. Bu nedir? Bu milli şuuru, bu milli bilinci yalnızca eserlerimizde yaşatmamamız lazım. Bu eserleri gelecek nesillere vermemiz lazım. Aslında Rüstem Behrudi'nin bütün eserlerine, kitaplarına baktığımız zaman bize çok önemli bir soru soruyor. Sorduğu soru şu: biz Türk olmaya hazır mıyız? Biz Türk kalmaya hazır mıyız? Biz Türk dünyasını bir araya getirmeye hazır mıyız? İşte bizim yapmamız gereken Türk dünyasını hep birlikte
bir araya getirecek olan düşüncelerimizle, eserlerimizle gelecek nesillere aktarmak. Ben burada bulunmaktan çok büyük bir onur duyuyorum ve bu Türklük olma bilincini böylesine kıymetli bir şairimizin ve kıymetli bir düşünürümüzün, alimimizin sayesinde gelecek nesillere aktarıldığı için gerçekten kendisine gönülden minnettarım. Ve son söz olarak şunu söylemek istiyorum. Ne mutlu Türk'üm diyene. Teşekkürler hocam. Var olun. Növbəti çıxışçımız dəyərli bir elm adamımızdır. Türkoloq alim Firuddin Cəlilov. Buyursun. Rüstəm haqqında ən dəqiq sözü Rüstəmi 40 il, 50 il bundan qabaq tanıyanlar deyə bilər. Mən 45 ildir Rüstəmlə dostam. Rüstəm, əvvəla təbrik edirəm. Bu gözəl insanlar toplaşıb sənin kitabı təqdimatına. Rüstəm burada şair kimi təqdim olundu. Amma mən Rüstəmi başqa bir aspektdən sizə tanıtmaq istəyirəm. Rüstəm Azərbaycanda ilk milli azadlıq hərəkatında ilk mitingə çıxan tələbələrin önündə gedib, tələbələr gəlib onu alıb qabağına meydana apardırlar. Rüstəm bugün burada ziyalılarımız oturub. Mən əminəm ki, onların 95% bilmir ki, bugün yazdıkları əlifbanı kim parlamentdə qəbul elətdirib? Onun əziyyətini kimlər çəkib? Biz bilmirik bunları. Və bu yöndən mən Rüstəm bəyin bəlkə özündə yadından çıxıb. Sabir bəy Azərbaycan qəzetinin redaktoru idi və 5-6 ziyalı o redaksiya heyəti idi. İsmail Işıqlı, Bəxtiyar Vafzadar, Ziya Bilyadov, Aydın Məmmədov, mən, Rüstəm və başqaları. Sabirin buraxdığı Azərbaycanda ilk demokratik qəzeti idi. Azadlıq qəzeti o bizləri sonradan çıxdı. Yarım milyon nüsxə çıxırdı, bir gün içində yox olurdu. Rüstəm o qəzetdə ədəbiyyat şöbəsinin müdürü idi. Biz 20 yanvar qırğınından çıxmışdıq. İnsanların ovqatı çox aşağı. Bu ovqatı qaldırmaq üçün mən bir məqalə yazdım. Məmməd Əmingilin istifadə elədiyi, qəbul elədiyi əlifbanı bərp eləməliyik. O qəzetin 8-ci nömrəsində o çıxdı. Və bu böyük ajitajla qarşılaşdı. Rüstəm şikayət edirdi mənə ki, 3 ay o məqalənin müzakirəsi getdi o qəzetdə. Deməli, onlarla məktub gəlir, bu oturub, bu məktubları oturub, oradan seçmələr verməli idi. Çox əziyyət çəkdi, çox. Sonra hökumət bir əlifba komissiyası yaratdı, Dövlət Əlifba Komissiyası. Məni də ora məsul katib təyin elədilər. Həmin dönəmdə mən parlamentdə elm, ədəbiyyat, mədəniyyət komissiyasının sədri idim. Yəni bu əlifba məsələsi birbaşa mənim vəzifəm idi. Bilgəxan qardaşımı burada görürəm, onun da yadına salıram. 90-cı ildə biz Erzincan'da, onda Bilgəxan tələbə idi. İndi maşallah professordur, özdə Türkiyədə ən tanınmış alimlərdən biridir. O məqaləni Türkiyədə də çap elədilər və yayıldı. Həm Azərbaycanda, həm Türkiyədə yeni Latin əlifbasına keçmək ideyası artıq gündəmdə idi. Həmin günlərdə Mərmərə Universitetinin dekanı rəhmətli Dursun Yıldırım bəy gəldi Bakıya, sonra o universitetin rektoru oldu.
Sonra da Allah rəhmət eləsin, dünyasını dəyişdi. O məndən soruşdu ki, biz nə köməklik eləyə bilərik? Mən biraz qısa danışıram. Xahiş elədim ki, əlifba ilə bağlı bir simpozium təşkil eləyin. Türkiyə ölkələrindən alimləri dəvət eləyin. Mən də siyahını verdim. O simpozium Mərmara Universitetində oldu. Tataristandan, Özbəkistandan, Qırğız, Türkmenistan, hər hamısından gəldilər. Alimlər, tanınmış alimlər. Biz orada Ekim ayı 91-ci il. 3 gün ortak Türk alfabesi simpoziumu keçdi. Biz ortak bir proje kabul ettik. Orada iştirak eden alimlerin hamısının imzası var. Kitap kimi də çıxıbdı. Həmin əlifbanı mən gətirdim burada, parlamentdən keçirtdim. Komisyon sədri kimi. 35 ildir biz ortak Türk əlifbası kullanırıq. Bunu çoxu bilmir. Elə deyir ki, Latin əlifbasıdır. Ortak Türk əlifbası. Türk ölkələrinin birliği geçen yıl yığışdı, burada nəyə qəbul etdilər? Həmin ortak Türk əlifbasını. Anar Bey, biz ortak Türk əlifbasında 30 yıl o birisi respublikalardan qabaqdayıq. Və bunu bu yolda əziyyət çəkənlərdən biri kimdir? Rüstəm Bey. Bunu tanıtmaq istəyirdim. Şair kimi bir söz deyib, vaxtınızı çox almayacağım. Mən Özbəkistanda Əmir Teymurun məzarı qarşısında dayananda elə bir his keçirdim ki, ömrümdə elə bir his keçirtməmişəm. Elə bir məni aldılar, ruhum məni aldı, haralara sapardı. Belə özümdən getdim. O necə hisdə izah eləyə bilmərəm. Azərbaycan qəzetində Rüstəmin dar ağacı çıxanda mən o şeiri oxudum. Onda gördüm ki, həmin hissləri bu da yaşayıb. Mən şair olmadığım için onu yaza bilmədim. Amma Rüstəm həmin hissləri keçirdib, gəlib burada dar ağacını yazdı. Ona görə dar ağacı şeiri, mən demişəm, 20-ci əsrdən 20-ci əsrləri biz şeir nümunələri aparsaq, o dar ağacı başda gedəcək. Şəhriyarın Heydər Baba şeiri ilə bərabər, Rüstəmin də o şeiri keçən əsrdən gələn çox qiymətli bir şeirdir. Bir sözü də deyirəm, Rüstəm bəy, buyla mən sənə bir hədiyyə eləmək istəyirəm, amma söz hədiyyəsidir. Rüstəmin adını izah edirəm. Çünki Rüstəm sözü Farsdan alınıb. Və Rüstəm də özü deyir, adım Farsçadır. Rüstəm, sənin adın Farsçadır. Deməli, Rus dilində ayla başlayan sözlər çox vaxt yerini dəyişir. Məsəl üçün, Aldəmir olur Ladömür, altın olur Latun, Arslan olur Ruslan. Həmin o Ruslan sözündə Farslarını bilirlər Rüstəm. Yəni, sənin sözün kökündə Türk sözü var. Çünki sən, qardaş, Türk dünyasının Türk şairisən. Mənim yadımdadır, sən ilk dəfə Bozqurt şeiri yazanda, şeiri də gətirəndə, o tanınmış şairlər lağ edirlər. Bu nədir bu uşaq? Canavardan cadır. Poeziya canavar gətirərlər. Amma sonradan ki başa düşdülər ki, bu Bozqurt Türk ulusunun simgəsidir. Müqəddəs simgəsidir. Artıq onlar özləri də başladılar Bozqurt obrazını şeirlərinə gətirməyə. Bəy, o Bozqurt simpoziumu 1-2 həftə qabaq İstanbulda uluslararası bir simpozium oldu. Bəni də dəvət etmişdilər. Və məni sevindirən nədir? Artıq bütün Türk ulusları Bozqurdu öz milli simgəsi kimi qəbul eləyir. O nə simgədir, burada izah eləməyə vaxtım yoxdur, üzrə çap eləyin. Bir daha Rüstəm, sən təbrik eləyirəm, uğurlu olsun. Və növbəti çıxışçımız bir qiraətdir. Dəyərli aktyorumuz Elçin Məmiyevin ifasında. Buyursun Elçin Məmiyev. Əldə 100 bəhanə var.
əldə 100 bəhanə var. Öldürün, öldürün. Məni öldürməyə nə var? Öldürün, öldürün. Çərxi fələk, çərxi fələk tərsinə dön. Sirli Tanrı dərsinə dön. Mən çıxmışam bəndəlikdən, öldürün məni, öldürün. Tanrıya qul bir şamanam. Sizə verilmiş amanam. Yalqızlığım, atam, anam. Öldürün məni, öldürün. Məhəmmədəm, gör hökmünü. Daş altındayam Musa kimi. Çarmıxdıyam İsa kimi. Öldürün məni, öldürün. Mən məndə məni yıxmışam. Mən məndə məni yıxmışam. Ruham bədəndən çıxmışam. Mən qəbrim üstündə yanan bir şam. Söndürün məni, söndürün. Öldürün məni, öldürün. Çox sağ olun Elçin müəllim. Təşəkkür edirik sizə. Çox sağ olun və Rüstəm müəllimin bugün burada iştirak edən dostları arasında hörmətli professorumuz Nazim İmanov da var. Nazim müəllim, zəhmət olmasa sizi eşidək. Siz Rüstəm Behrudi dünyasına çox yaxından, bəli, dostusuz, beləd insansınız. Buyurun. Salam. Bağışlayın, mən təhlil eləyə bilməyəcəm Rüstəm Behrudinin yaradıcılığı. Mənim o işlərdən başım çıxmır. Hərçənd ki, indi Azərbaycanda dəb belədir ki, ədəbiyyatı iqtisadçılar təhlil eləyər, iqtisadiyyatı ədəbiyyatçılar. Mən baxdım bura, hə? Mən baxdım bura, bu səhnənin dizaynına çox maraqlı əmələ gəlib. Deyəsən, təsadüfi əmələ gəlib, çünki bunun biri hədiyyə yoxdur. Bu tərəf gül çiçəkdir. Rüstəm Behrudi deyir ki, şair yuxusuna gül çiçək girər, enər yuxusuna göydən mələklər. Bu cür gözəl misraların dalınca yenə başlayıb isti-isti yazmağa sonra. Bu limondur, bu dar ağacıdır, bu heç bundan çox danışmısınız. Bu da limon ağacıdır, bu da Ordubada işarədir, belə başa düşürəm ki. Limonun yaxşısı Ordubadda olur da. Bir çox adamların başını çox belə həvəslə engellətməyindən başa düşdüm ki, bir xeyli Ordubadda var burada. Deməli, dünən danışmışam bunu Rüstəmə. Bir Ordubadda oğlan dostu ilə gedir kəndlərinə. Bunları yedizdirirlər, çizdirirlər. Anası ağaçdan bir limon dərir, verir bu oğlana. Oğlan deyir ki, ana, axı mən tək deyiləm, dostumla gəlmişəm. Limonu alır, deyir ki, tək gələndə verəcəm. Bu Rüstəm Behrudinin, sən yoldaşın buradadır, hə, ailən də burada. Hə, bu pis oldu da biraz, yoxsa bəzi şeylər danışacaqdım. Deməli, bu Rüstəm Behrudinin, bu Rüstəm Behrudinin çox gözəl sevgi şeirləri var. Və oradan başa düşürsən ki, bu adam elə təkcə hissənməyi, dalaşmağı bacarmır, sevməyi də bacarır. Əslində sevməyi bacarmasa heç dalaşmağı da o cür bacarmaz. Mənim çox sevdiyim misraları var. Misranın gözəlliyi sadəliyində olur da bəzən. Deyir ki, sonbahar rüzgarı əsdi. Mən dəli, havalar dəli. Səni görməyəli 1000 ildir. 1000 ildir səni görməyəli. Nə qədər sadə, amma bunu oxuyanda və ya eşidəndə başa düşürsən ki, bu adamın dərdi ağır dərddir. Yəni, çox dərindən sevir sevdiyini və elə olmalıdır. Əslində də elə olmalıdır. Rüstəm Behrudi hər şey bir tərəfə, yaxşı bir dostdur. Möhkəm dostdur. Rüstəm haqqında bayaq burada deyildi o söz, fikrimdən çıxdı kim dedi, amma Rüstəm Behrudiyə hər zaman söykənmək olar, arxalanmaq olar. Rüstəm Behrudi böyük bir ailənin ağsaqqalıdır. O
yaşlıdır da, indi həm də onun payına düşür bu ağsaqqal. İndi yaşlı adamdır, ağsaqqalıdır böyük bir ailənin. Qardaşları, bütün qohum əqrabası başının ətrafında. Onların o qədər qayğısını çəkər, o qədər diqqətlə yanaşar. Hər birinin nə ilə nəfəs aldığını, nə cür nəfəs aldığını hər zaman bilər. Oturub danışanda da özdə bunun ailə dediyi tək qardaş, bacı, həyat yoldaşı, övladlar deyil. Ora daxildir deməli, əmi uşaqları, xala uşaqları, bibi uşaqları, dayı uşaqları, onların əmisi uşaqları, xalası uşaqları, bibisi uşaqları. Yəni bunun hamısının bir-bir danışar. Məsələn, təxminən danışdığı bu cür olur ki, mənim çox yaxın bir qohumum var, əmmi oğlunun qayınının bacanağıdır. Dünənləri onu gördüm, filan şey dedi. Yəni, dünən gəlib yanıma ki, mənim filan problemim var. Mən də getdim bibim oğlunun, qaynının, nəmnəyinin, yeznəsinin yanına, ondan xahiş elədim ki, bunun işini düzəltsin. Bu Rüstəmin bir eybi ondadır. Bax, bunun eybi ondadır. Deməli, kim gələr qapısını döyər ki, mənim filan dərdim var, mənim filan sərim var, düşər qabağına, gedər onun işini həll eləməyə, onun işini dalınca. Və bu da əslində bir ağsaqqallıqdır, bu da bir ürəyi genişlikdir ki, mən bunu neçə illərdir ki, bu Rüstəmdən görürəm, görməkdə davam eləyirəm, arzu eləyirəm ki, biraz da görməkdə davam eləyim. Bu Rüstəm yaxşı bir oğlandır, gözəl bir ailəsi var, övladları var, çox ürəkdən sevir bu ailəsini. Əslində belə olmalıdır, ailəsini sevməyən kəndini sevməz. Bu Behrut kəndinin şairidir, ha. Amma Behrutdan çıxır, Ordubadı sevir. İndi yanında başqa adam, o tərəflərdə olanda deyir, biz ayrıyıq, Naxçıvan ayrıdır. Buralara gələndə deyir, hamısı birdir. Ancaq təhdük dostlarına deyir ki, yox, Ordubad ayrıdır, biz ayrıyıq. Sonra buradan da çıxanda şeirinə baxırsan, görürsən ki, bu Azərbaycanın şairidir. Biraz da baxırsan, görürsən, Türk dünyasının şairidir. Amma bəzi şeirləri var ki, onlar bəşər övladının şeirləridir. Və Rüstəm Behrudin ən gözəl şeirləri, ən böyük şeirləri o şeirləridir. Rüstəm, səni öpürəm, canın sağ olsun, heç vaxt ağrımayasan. Söz daha bir dəyərli qonağımızındır. Rüstəm müəllim, bayaqdan hamı Ordubaddan danışır, Naxçıvandan danışır. Onlar biraz mən də yeri pərəstlik eləyim. Burada bizim dəyərli yazıçımızın, əsrin vüqar heykəli İsmail Şıxlının oğlu əyləşib, Elçin Şıxlı. Buyursun Elçin müəllim. Mən Rüstəm bəyi təbrik edirəm və belə bir şey söyləmək istəyirəm ki, o məşhur İngilis yaşlısı olub George Orwell 1940-cı ildə onun bir məqaləsi olub, yəni Sovet İttifaqını nəzərdə tutub yazıb və orada belə bir təsnifatı var, deyir ki, avtoritarizm olan yerdə söz sahibi, söz adamlarını bir-bir sıralayıb. Ən birinci sıradan çıxan kim olur? Jurnalistlər, yazıçılar, yəni nasirlər, tarixçilər və ən sonda yazıb ki, avtoritarizmdə ən çox yaşaya biləcək şairlərdir, yəni poeziyadır. Həm dağdan yazır, çiçəkdən yazır. Amma George Orwell Dar ağacı şeirini oxusaydı, həmin yazısını ya yazmazdı, ya da tərsinə, təsnifatı tərsinə verərdi. Mən sizi təbrik eləyirəm. Mən sizi ona görə təbrik eləyirəm ki, siz duruşu olan bir şairsiniz, duruşu olan bir insansınız və atamın bir sözü var idi, deyirdi ki, mənim ilk şeirim çıxanda, mən deyir onu oxudum, sevindim ki, şeirim çıxıb və təəssüfləndim, kədərləndim ki, bu mənim son şeirim olacaq. Çünki hər adam öz, belə deyək, payını bilməlidir, öz yerini bilməlidir. Mən sizi duruşu olan bir şair kimi, duruşu olan bir insan kimi təbrik eləyirəm və arzu eləyirəm ki, o duruşunuz, o poetik yolunuz öz davamını gətirsin. Sağ olun. Çox sağ olun Elçin müəllim.
Çox təşəkkür edirik. Bizim qonaqlarımız sırasında məşhur Özbək tarixçisi və tədqiqatçısı Şuhrat Barlas iştirak eləyir. Şuhrat bəy, buyurun, xoş gəldiniz. Assalamu alaikum azizler. Özbekistan'dan, Taşkent'ten selamlar. Değerli aksakallarıma, hemsine. Burada oturan aksakallar, biz televizyondan görüp görüşmeyi arzu eden aksakallarımızdır Azerbaycan'ın. Anar Müəllim, sonra Sabir Rüstəxanlı, aksakalımız Kamal Bey. Ben Rüstem Bey'i nice, yani nasıl biliyorum? Ben onun hakkında bir kısa bir malumat vermek isterim. Biz 80'lerde 90'larda o zaman çok cavandık. 20-25 yaşında Afganistan'dan savaştan gelmişiz, kaynıyoruz. Müəllimler Özbekistan'a gelirdi. Sabir Rüstəmxanlılar, Rüstem Behrüdiler. Biz o zaman cavan, yani önde olan mitinglerde, şeylerde kavgayı başlatan gruptuk. Ve bize can veren, bize ruh veren Sabir Rüstəmxanlı'nın konuşmaları Semerkant'taki. Ve Rüstem Behrüdi'nin Dar Ağacı şiiri o vizit kartı. Ama o şiir Özbekistan'da yazıldı. Amir Temir türbesinde yazıldı. Bayağı aksakal güzel bir çıkış yaptı. Orada ilhamının, yani gönlünün nasıl kaynadığını, ama şair onu ifade edebildi. Bu dar ağacına salam veren şairler, salam veren erkekler çok olmuş tarihte. Bizim Özbek destanı var. 1000 yıllık destan. Küntoğmuş destanı. O destanda kahraman ölüme dik bakarak dar ağacına salam veriyor. Sonra dar ağacına salam verenlerden Rauf Parfi diyen aksakalımız var. Kendisinin değerli dostu. Sonra Azerbaycan'da yine bir dar ağacına salam veren aksakalımız var. Akif Bagir. O da salam vermiş. Ama Sabir Rüstəmxanlı'nın salamı bütün dünyaya malum oldu. Sabir Rüstəmxanlı'nın bize verdiği bir malumat var. Biz o zaman ne yaptığımızı bilmiyorduk. Yani Türklük mü yapıyoruz ve azatlık mı istiyoruz Sovyetler Birliği'nde? Siz bize doğru yol gösteren adamların birisiniz Sabir Bey. Bu Rüstem Behrudi, siz, Anar Müəllim, şimdi benim yaşım 60'a geliyor. Ve 60 yaşımda ben aksakallarımla bir devrede oturup, bir mecliste oturup onların gözüne bakma bahtiyarlığına Allah beni nasip ettirdi. Onun için Allah'a şükür ederim. Ve konuşmamda bir şiir okumak isterim icazanızla. Hoca Ahmet Yassavi'nin bir güzel bir şiir var. Burada garip Türk diyen söz duruyor. Ben onu şiirinde garip baş diyen bir cümle var. Onu okumak isterim. O Rüstem Behrüdi'ye Özbek dilinde, Çağatay lahçesinde: "Beşek bilgin bu dünya berçe halktın ötara. İnanmağın malınga bir gün koldan ketara. Ata ana karındaş kayan ketti fikir kıl. 4 ayaklı çöbün at bir gün senge menge unga yetara. Dünya için gam yeme, haktın özgeni deme, birov malın yeme, sırat üzere tutara. Uşanda ata ana karındaş bolmaydır yoldaş. Mardana bol garip baş, ömrün yel de götara." Ben bunu Sabir Rüstəmxanlı'ya, aksakanlımıza her zaman böyle Tanzila Hanım'la da selamlarım benim. Rüstem Bey, ben sizin için, sizin sevdiğiniz bir şiiri okudum. Bu şiiri ilk defa okuduğumda biz dar ağacına çok salam veren yiğitleriz Özbekistan'da. Ve son defa Rus Ermeni'nin kurduğu dar ağacına salam verdik. Oradaydık, içerideydik. Benim değerli aksakalım Muhtar Mustafayev advokat orada beni hapisten çıkarttı. Ve değerli Prezident İlham Aliyev kendisi uçak gönderdi. Ve o uçakla ben Azerbaycan'a getirildim. Ve Muhtar Müəllimle meclis kurduk, oturuyoruz. Yiğitler hepimiz. Yani şöyle bir Azerbaycan'ın bir isteğin var mı dedi. Var dedim. Zaten istek her şey, yemek, içmek, her şey kaydasında. Bir adamı görmek isterim dedim. Kim dedi. Bizim gençliğimizi, şicaatımızı veren adam. Kimmiş o dedi. Ben dedim dar ağacını yazan şair diri mi var mı dedi. Var dedi. Bu ben dostum dedi.
Onunla bir görüştü. Gecenin saat 12'si Rüstem Bey. Rüstem Bey'in eli gipsteydi. Rüstem Bey geldi ve o günle bugüne de 15 yıl aralık oldu. 15 seneden beri Allah'a çok şükür dar ağacına değil de Rüstem Bey'e selam veriyorum. Allah'a çok şükür Rüstem Bey. Varınıza şükür. Minnettarım size. Bir şiirle ben sözümü bitireyim, sonra Kazakistan'dan bir hediyem var, onu da vereceğim size. Bizim şu rakiplerimiz çoktur. Yaratıcı adamın rakibi olur. Çekemeyen adamı olur. Ama buna bakmayarak biz yaratmaya devam ediyoruz. Bizim Özbekistan milli kahramanı Abdullah Arif'in bir şiiri var. Onu icazanızla okuyayım. Deydiler, it hürür, karvan yürür. Rancı malamatta yanmasın canın giryan, lekin alam kılar eken bütün ömür itler arasında ötse karvanın. Bu ne demek? Yani tamam, it hürür, karvan yürür, anladık onu diyor. Ama ne zamana kadar bu Türk'ün kervanı hep itlerin arasından geçiyor. Onun için Rüstem Bey, ben size minnettarım Aksakal, sizinle zamandaş olduğuma. Bana Allah'ım böyle güzel bir nimet verdi ki benim büyüklerim, aksakallarımla bir devrede oturup böyle sohbetleşmek, fikirleşmek. Biz gençken, biz cavanken siz minberde yukarıda okuyordunuz. Biz siz gittikten sonra cam kalmazdı, hepsini kırardık. Dümdüz ederdik. Polis bize selam verirdi. Dar ağacına selam vermiş gibi. O şicaatı, o ruhu veren sizsiniz aksakallar. Ben size minnettarım. Sağ olun, var olun. Şimdi Rüstem Bey, ben yakın bir dostum var benim, Sadık diyen, Astana'da yaşıyor. O konak olarak Taşkent'e gelmişti. İşitti, bu dar ağacına salam veren şairin icadı gecesine gitti. Şevret dedi, sen Özbeksin dedi, sen orada dedi konuşursun, bilmem ne yaparsın. Bizim Kazakistan'ın da bir adı olsun dedi. Ben size Kazakistan'dan, Astana'dan bizim beylerin verdiği hediyeni size vermek istiyorum. Ne güzel hediye, ne güzel fikirleşmişsiniz. Əminəm ki, Rüstəm müəllim çox yaraşacaq sizə. Bu Napolyon'un şapkası da var burada. Əla, güzel. Aha, burada da. Aha. Rüstem Bey, bu bizim Hüseyin Güliyev, Azerbaycan Respublikası'nın Özbekistan'daki seferi Sayın Hüseyin Güliyev'den şahsen size hediye. Bizim bu Sefer Bey yaşlı aksakalımız giderken Rüstem Bey'in kitabı çıkmış, oraya gidiyor. Hangisi Rüstem Bey? Behrudi diyelim. Hangi Behrudi? Sonra anlattım bu şey hani dar ağacına salam veren erkek mi diyor. Allah'a çok şükür ki böyle erkeklerimiz var. Böyle aksakallarımız var. Hepinize minnettarım. Sağ olun, var olun. Çok sağ olun Şöhret Bey. Teşekkür edirik. Aman ol. Çıxışlarla davam edirik və növbəti çıxışçımız Qadın və Uşaq Problemləri İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümovandır. Buyursun Vəsilə xanım. Hər vaxtınız xeyir, təşəkkür eləyirəm. Mən ilk növbədə yox, hədiyyələrimi öncə təqdim eləyim, sonra çıxışımı eləyim. Bugünkü bu gözəl tədbiri belə gözəl təşkil eləyən Rüstəm müəllim, bizim dəyərli dostumuz, gənc şairimiz Sevinç xanıma xüsusi təşəkkür edirəm və bu gül buketini sizin icazənizlə vermək istəyirəm. Çox gözəl və maraqlı. Rüstəm müəllim, mənim bir hədiyyəm də var. Bu gül buketini bu tədbirin ilham vericisi, Sevincim və mənim dostum, sizin həyat yoldaşınız Dünya xanımı
dəvət edirəm və Nə gözəl. ona dəvət Biz Dünya edirəm. xanıma söz Bəli, verəcəkdik yox, Vəsilə elə xanım. gəlsin. Elə tam. Dünya xanım gəlin zəhmət olmasa şairin Zəhmət üzərində olmasa gəlin. valla Dünya xanım sizdən çox danışmaq olar. Şairin üzərində əsim əsən bir xanımdır Dünya xanım. Çox sağ olun. Onu siz təkcə həyat yoldaşınız kimi yox, bizim dəyərimiz kimi qoruyursunuz. O qədər Var şair olun. xanımları tanıyırıq ki, onlar bilmirlər gerçək anlamında onların yoldaşlarının mahiyyəti kimdir. Dünya xanım Rüstəm Behrudi yaradıcılığına dərindən bələd olan, onu qoruyan bir xanımdır. Allah sizi qorusun. Çox sağ olun. Mən Var olun qısaca Dünya bir-iki xanım. məqamları bildirəcəm. Mən Rüstəm müəllimi tam gəncliyimdən tanıyıram və biz Qarabağdan köçkün düşəndə bizim evimizin damında Rüstəm Behrudinin milli vətənpərvərlik ruhunda olan şeirlərini saxlamışdıq. Çünki o vaxtda Sovet xüsusi orqanları tərəfindən mütəmadi nəzarət var idi. Və sonra tali elə gətirdi ki, bizim tanışlığımız, dostluğumuz oldu. Mən Rüstəm müəllimin timsalında yaxşı bir dost və qardaş qazanmış oldum. Bir də tali elə gətirdi ki, bizim hər ikimiz anamızı eyni vaxtda itirdik. Və düşünün ki, ən ağır günlərimizdə mən çıxa bilmirdim və Rüstəm müəllim İlham qardaşla bərabər hər dəfə gəlirdi, baş çəkirdi. Sonra mən vəfa borcumu Ordubadın Uzaq Behrud kəndinə getdim və oradan görüntülü rəhmətlik anasının məzarı üstündən görüntülü yığdım. Mən də borcumu şair belə verməyə qərar verdim. Allah rəhmət eləsin ananıza, ananızın ruhunun bir parçasını siz də daşıyırsınız. Əslində, Sabir müəllim, mən sizin qarşınızda çox böyük bir çıxış edə bilmərəm. Amma Rüstəm müəllimin bir şeiri var. Deyəcəyim hər şey bu şeirdə var. Mən yalqızam bir qurd kimi, mənlə bircə qalan gəlsin. Talanmışam bir yurt kimi, qisasımı alan gəlsin. Bir sevda var, ləçək, sən bilməsən, kim biləcək? Cəhənnəmdə bir kafir təşinə çəkirəm, bilən gəlsin. Qeyrətdirsə qanındakı, nə öndəki, sonundakı, mənəm Tanrı dağındakı, qismətimi bölən gəlsin. Bugün Şaman imanını, öz içində turanını, damarında türk qanını zərrə bulan gəlsin. Uymayıb düşmən sözünə, güzgülər geyib dizinə, namazın qurdun üzünə, yarpaq üstə qılan gəlsin. Gedin Çinə vara-vara, xəbər verin Uyğurlara, tikə-tikə, para-para, olunmuşam, talan gəlsin. Nə veribdi tövbə mənə, tövbə etmək tövbə mənə, gəlib çatdı növbə mənə, mənlə bircə ölən gəlsin. Şairin çox gözəl yaradıcılığı ilə bağlı burada nümunələr deyildi və mən eyni zamanda bir elm adamı olaraq qısaca bir söz demək istəyirəm. Müasir Azərbaycan ədəbiyyatında, Azərbaycan poeziyasında, sosial fəlsəfi fikir tarixində dünyanın bu qədər qloballaşdığı, sürətlə inteqrasiya proseslərinin getdiyi bir dövrdə milliliyi, milli dəyərləri, türkçülüyü, Azərbaycançılığı və xüsusilə də turançılıq ideologiyasını bu cür təbliğ eləyən, uğurlu şəkildə təbliğ eləyən az şairlərimizdən də Rüstəm Behrudi. Şairimizə uzun ömür, can sağlığı arzulayıram. Necə deyərlər, Qarabağlılar demiş, qardaşlıqdan əksik olmasın. Çox sağ olun. Çox sağ olun Vəsilə xanım. Təşəkkür edirik sizə. Əziz qonaqlar, demək olar ki, sonuna yaxın tədbirimizin yaxınlaşırıq. Sonda Rüstəm müəllimlə rica eləyəcəyik ki, bir şeirlə yekunlaşdırsın. Daha sonra kitabı əldə etmək istəyənlər onun imzası ilə kitabı əldə eləyərlər. Bayaqdan bəri mənlə bir yerdə bu gecəni idarə edən Sevinç Yunuslunu biz indi dinləyəcəyik. Sizin sözlərinizə musiqi bəstələyib Rüstəm müəllim, şeirinizə özünüz də onu eşitməmisiniz. İndi ilk dəfə hamımız bərabər dinləyəcəyik. Sevinç xanım buyursun, həmin mahnını bizə təqdim eləsin. Bir daha bu şeir və musiqi dili ilə Rüstəm müəllimin poeziyasına yaxınlaşaq. Buyurun Sevinç xanım. Çox sağ olun Salih. Dostlarımız hazırlaşana qədər mən deyim ki, mən əslində ifaçı deyiləm. Musiqilər bəstələyirəm ara sıra. Sadəcə bu ifanı özüm oxumaq istədim, Rüstəm müəllimə hədiyyə etmək üçün.
dərvişəm daha. Qovma qapından gedirəm, bugündən dərvişəm daha. Odunla çəkdim külümü, gedirəm tapıb ölümü. Ver xirqəmi kəşkülümü, bugündən dərvişəm daha. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdır. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdır. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Bağışda əff eylədin, sevdim dinin üstünə. İlk bahar yağışı yağdı, yağdı dərdimin üstünə. Sən can üstə bir mələksən, hazıram yasın olmağa. Çünki sənin gücün yoxdur, qumbalıq yosun olmağa. Yazda da payızam payız, üst başım duman bulutdu. Rüzgarlar sevdiler məni, məni adamlar unuttu. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdı. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdı. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Eşq olsa da eşqin adı, şam pərvanə nağılıdı. Eşq məbədim dağılıdı, bugündən dərvişəm daha. Mən eşqə ərmişəm daha. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirik. Rüstəm müəllim, sizi də təbrik edirik. Yeni bir mahnı dünyaya gəldi sizin sözlərinizə. Və bildiyiniz kimi dostlar, sonda bir məqamı qeyd edeyim. Kitabxan nəşriyyatında işıq üzü görüb və Şəmil Sadiqi biz istəyirik dəvət eləyək. Bir onun da bir neçə kəlmə yekuna doğru son sözünü eşidək. Şəmil müəllim, hardasınız? Buradasınız yoxsa gedib, hə? Aydındır, amma təşəkkürümüzü bildiririk. Rüstəm müəllim, o zaman yekun olaraq sizə mən təqdim eləyəcəm mikrofonu. Buyurun, bu gecənin səbəbkarı olaraq sizi bir eşidək. Əslində, bu Qarabağ problemi həll olmamışdan əvvəl, ömründə mən belə bir xoşbəxt bir gün yaşamamışdım. Bugün doğrudan mənim üçün çox gözəl bir şeydir. Heç bir ağrı acı çəkmədən, üstəlik də bu millətin heç bir dərdini çəkmədən buraxdım o dərdləri özlərinə. O Qarabağda çox böyük bir problem idi. Onu da bizim möhtərəm prezidentimiz 44 günə həll elədi və Tanrının heç kimə nəsib eləmədiyi bir görəvi, bir missiyanı Azərbaycan əskərinə verdi. Bu Ali Baş Komandana verdi və o da onu çox şərəflə yerinə yetirdi. Hətta mən deyirəm ki, Azərbaycan bu döyüşdə Azərbaycan əskəri öz komandanından da, öz komandirindən də, sərkərdəsindən də daha qüdrətli idi. Və ona görə biz müharibəni udduq. Çox şükür Tanrıya ki, belə bir gündə belə bir kitab təqdimatı keçiririk. Ancaq mənim ağlımda bir şey qalıbdır. Mən bir dənə şeir oxuya bilərəm, Bozqurd. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, onun ucundan nə çəkdim ilahi, ilahi bilməyəcəklər. Hər gecə yuxularımda çadırı dağılmış, ocağı sönmüş, ocağı sönəndən qəm Səhərəddinin bir üzü gün batan, bir gün doğan, dağından, daşından, adamlarından, hətta otundan da qəriblik yağan, qara torpağına nə toxum əksən, yenə də baharda ayrılıq bitən, bölünə yox olub bitən sevgili bir yurt. Sevgili bir yurt hər gecə yuxularımda, hər
Her gece yuxularımda yüzü mavi, gözü göyden daha mavi. Ağzı ateş kimi bir kurt ve sevgili bir yurt. Her gece yuxularımda. Üstüme qəm gələr əcdahalar tək. Yuxumda bir ağız qurdular keçər. Nədənsə həmişə yuxularımdan önündə qurt gedən ordular keçər. İndi gizli gəlir yuxuma bir vaxt. Ulaşa ordular basan. Uluslar, bəy göllər, göyçələr səni məndən soruşurlar. Bozqurd, hardasan? Gəl mavi işıq tək ələm başımdan. Gəl çıx uğruma qaba ağac tək. Məni bu yuxudan alıb getməyə qaraquş oyunlu bozatlar üstə gözündən od yağan övladlar gərək. Eşidirsinizmi? Qara qazılıq atların kişnərtisi gəlir misralarımdan. Nə olsun səsimə yox qulaq asan, arxamca getməyə hazır durmuşam. Səni səsləyirəm, Bozqurd, hardasan? Hər gecə yuxularımda üzü mavi, gözü göydən daha mavi. Ağzı ateş kimi bir qurt və sevgili bir yurt. Hər gecə yuxularımda şair yuxusuna gülçək girər. Yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm? Onun uzundan nə çəkdim? İlahi, bilməyəcəklər. Mən bu şeiri yazanda, mən bu şeiri yazmışam 1984-cü ildə yazmışam. Üstündən yəqin ki bir 40 il keçibdi. 40 ildən də çox keçibdi yəqin. O vaxt bilmirdilər, ancaq çox adam bilir indi. Çox şükür Tanrıya. Mən sizin hamınıza təşəkkür edirəm. Əziyyət çəkib bura gəldiyiniz üçün, oturub qulaq asdığınız üçün, mənim haqqımda söz dediyiniz üçün. Tanrı, mən də sevirəm ki, sizin kimi böyük dostlarla məni şərəfləndiribdir və mən xoşbəxt bir adamım. Çox sağ olun. Var olun şair. Çox sağ olun. Rüstəm Behrodinin işığına bugün toplaşdıq. Allah sizi əski eləməsin poeziyamızdan, söz dünyamızdan. Yazın, yaradın, qələminiz hər zaman əlinizdə olsun. Çox sağ olun. İndi istəyənlər Rüstəm müəllimə kitabları imzalada bilərlər. Buyurun.